Salam əziz tələbələr, mən Master nömrə 1 Tədris Mərkəzinin məntiq müəllimi Nadir Feyzullayev. Bu gün sizinlə 16 mart kursumuzda keçirilmiş olan ümumi sınaq imtahanı 2-nin izahına baxacaq. Ümid edirəm bu video hər biriniz üçün faydalı olar. Vaxt itirmədən sualların həllinə keçsin. 46-cı sualdan başlayırıq. Deyir ki, sual əvəzinə hansı natural ədəd yazılmalıdır? Eyni simvollar eyni, fərqli simvollar isə fərqli rəqəmlər ifadə edir. Baxın, müxtəlif simvolların bir-birinə olan hasilindən alınan cavablar qeyd olunub. Mən burada simvolların olduğu ifadələrin orta vurğularını istifadə edərək çox rahatlıqla cavablar tapa bilərəm. Necə? Məsələn, baxın, 4 ifadənin üçündə dairə istifadə olunub. Gəlin elə ən rahat dairədən başlayaq işləməyə. Dairəni 3 bucağı vurub 21 alıb. Dairəni x-a vurub 24 alıb. Dairəni qara kvadrata vurub 18 alıb. Deməli, bu dairə elə bir qiymət almalıdır ki, həm 18-ə, həm 21-ə, həm də 24-ə bölünsün. Bu da bildiyimiz kimi 3 rəqəmidir. Gəlib dairə 3 versəm, 3 bucaq 7 edir ki, cavab 21 olsun. Dairəyə 3 versəm, x 8 olmalıdır ki, 3 vur 8, 24 olsun. Və dairəyə 3 versəm, qara kvadrat 6 olmalıdır ki, hasil 18 eləsin. Həqiqətən birinci ifadədə qara kvadrata 6, 3 bucağı 7 versəm, hasilin 42 ala bilərdim. Hamısı ödədir. Gəlin cavabı müəyyənləşdirək. Qara kvadrat 6 üstəgəl x 8 çıxılsın 3 bucaq, yəni 7. Bu deyilir 14 çıxılsın 7, yəni 7. Doğru cavab olur A variantı. Keçək o bir suala. 47-ci sualımız deyir ki, Həmidin yaşı Məhəmmədin yaşından 6 dəfə çoxdur. 4 il sonra onların yaşlarının cəmi 36 olarsa, Həmidin indi neçə yaşı var? Baxın, söhbət gedir Həmidin bir də Məhəmmədin yaşından. Gəlirəm hər ikisinin ayrı-ayrıda qeyd edirəm. Həmidi və Məhəmmədi. Və sonra diqqət edirəm. Həmidin yaşı Məhəmmədin yaşından 6 dəfə çoxdursa, Məhəmməd x olsa, Həmid olur 6x. 4 il sonra Həmiddə 4 yaş artır, olur 6x plus 4. Məhəmməd də 4 yaş artır, olur x plus 4. Onların yaşlarının cəmi 36 olarsa, deməli 4 il sonra onların yaşlarının cəmi 36 olmalıdır. Yəni 6x plus 4 üstə gəlsin x plus 4 bərabər olmalıdır 36-ya. Buradan 7x plus 8 bərabər 36 alırıq. Buradan 7x bərabər olur 36 minus 8-ə, yəni 28-ə. X də bərabər olur 4-ə. Bizdən nə istəyir? Həmidin indi neçə yaş var? Həmidin hal-hazırda yaşı 6x-ə bərabər idi. X də 4 olduğuna görə 6 vur 4 bizə doğru cavab olaraq verəcək 24-dür. Doğru cavab oldu Y variantı. İstəyək növbəti sualımıza. Növbəti sualımız qeyri-aşkar operatorlara aid bir sual nümunəsi idi. Yenə deyir, qanun uyğunluğunu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Və 2 dənə müxtəlif operator var. Hər ikisinin gördüyü işi ayrı-ayrıda tapmalıyam. Məsələn, birinci bu operator nə iş görür? Bura A, bura B, bura C desəm. A-nı vurur B-yə, çıxır C-ni. 5 vur 7, 35, çıx 4, 31. 4 vur 6, 24, çıx 1, 23. İndi burada da eyni operator. 6 vur 7, 42, çıx 4, 38 alacaq. Üstə gəl. Digər bəs nə iş görür? Yenə A, B, C olaraq qeyd eləsəm. Bu səfər A-nı B-yə vurub, üzərinə C-ni gəlir. 4 vur 5, 20, üstə gəl 8, 28. 6 vur 4, 24, üstə gəl 9, 33. İndi eyni operatorun gördüyü işi tətbiq eləsəm, 7 vur 9, 63, üstə gəl 5, 68 cavabını ala bilərdim. Və 38-dən də 68-in cavabı bizə verəcək 106-nı. Doğru cavab olacaq D variantı. Keçək növbəti sualımıza. 49-cu suala baxırıq. 49-cu sualımız isə aşkar operatorlara aid bir nümunədir. Yenə sual əvəzinə hansı ədəd yazılmalıdırsa, onu tapmalıyam. A operator B-nin nəyə bərabər olduğu verilir. Və aşağıda bizdən 10 operator x çıxılsın x operator 6 bərabər 10 ifadəsi var. Və buradan x-in nəyə bərabər olduğunu tapmalıyam. İlk olaraq gəlirəm ayrı-ayrıda 10 operator x-in və x operator 6-nın cavablarını tapıram. Biz bilirik ki, aşkar operatorlarda operatorun solu sola bərabərdir, sağı sağa. Yəni birinci ifadəni həll eləsəm,
operatorun solunda, yəni A-nın yerində 10 dayanıb. Operatorun sağında, yəni B-nin yerində x dayanıb. Bu da bərabər olur 2A, yəni 2 vurulsun 10, 20. Üstə gəl 3B, yəni 3 vurulsun x, 3x plus 2. Edir 22 plus 3x. Bu oldu 10 operator x-in cavabı. Gəlirəm aşağıdan. Cavabını yazıram. 22 plus 3x. Getdi. Keçirim ikinci ifadəni həll edirəm. İkinci mötərizənin daxilinə baxıram. Orada qeyd olunub mix operator 6. Bu səfər solda A-nın yerində x dayanıb. Sağda B-nin yerində 6 dayanıb. Bu da bərabər olacaq. A-mız x daxı 2-yə vursam edir 2x. Üstə gəl 3B. B-miz 6-dırsa 3-ə vursam edir 18. Plus 2. Bu da bərabər edir 2x plus 20-yə. Всё. İndi gəlirəm aşağıdakı ifadədən çıxılsın 2x plus 20. Bu mənfi olduğuna görə çıxılsın 2x minus 20 alınır. Çünki bu mənfi bu müsbəti mənfiyə çevirir. Bərabər olur 10-a. Buradan x bərabər olur 22 çıxılsın 20. 2. Sağa da keçirsəm 10 çıxılsın 2 eləyir. Yəni x bərabər olur 8-ə. Doğru cavab olur B variantı. Şu bitdi getdi. 50-ci sualımız kublarla bağlı test tapşırığıdır. Diqqət edin bu suala. Deyir verilən açılışa uyğun variantı seçin. Bizim kublarda yoxlama olduğumuz 3 dənə qaydamız var idi. Qarşı üzlər eyni anda görsənməz. Üzlərin bir-birinə olan vəziyyəti heç vaxt dəyişə bilməz. Bir də ki, orientasiya həmişə ödəməlidir. Bu 3 qaydaya əsasən, gəlin bir-bir variantları yoxlayaq. Görək hansı bu kubun açılışına uyğun gələcək. Birinci A variantına baxıram. Baxın, verilən hissələri bir yerə gətirmək lazımdır. Buna deyək nərdivan, bura deyək x, bura deyək diaqonal. Üçü bir yerdə olmalıdır. Baxıram ki, nərdivanın 2 yerdə var. Ona görə hər ikisinin olan vəziyyəti yoxlayacağam. Birinci, x-i gətirirəm nərdivanla diaqonalın yanına. Necə gətirəcəm? Aşırdaraq. Və x-i biz bilirik ki, aşırtsaq da forması dəyişmir. X-i gətirdim bura. Gətirəndən sonra birinci orientasiyanı yoxlasaq, x-dan sonra diaqonal, sonra nərdivan gəlməlidir. Burada x-dan başlamışamsa, variantda da x-dan başlayacağam. X-dan sonra diaqonal, sonra nərdivan gəlir ödəyir. İndi üzlərin vəziyyətinə baxsam, orientasiyada bir sıxıntı yoxdur. Diaqonalın nöqtəsi üçünün kəsişməsindən keçir. Baxın, hər üçünün kəsişməsinə nöqtə qoydum. Diaqonal oradan keçməlidir. Hər üçünün kəsişməsinə nöqtə qoydum. Həqiqətən diaqonal oradan keçir. Və nərdivanın böyük xətti diaqonalı kəsməlidir. Nərdivanın böyük xətti diaqonalı kəsir. Nərdivanın kiçik xətti x-i kəsməlidir. Nərdivanın kiçik xətti x-i kəsir. A-da heç bir sıxıntı yoxdur. A-da hər şey ödəyir. Keçirəm B-yə baxmağa. B variantına baxaq. Nərdivanımız var. Diaqonalımız var. Və bir də ağlı qaralı qum saatımız var. Yəni bunları yoxlayaq. Diqqət edin ilk olaraq. Burada baxıram ki, mən qum saatını aşırtmalıyam nərdivanla diaqonalın yanına. Aşırdaq. Bir dəfə aşırdanda gəlib belə dayanacaq. Bura olacaq qara. Üçü bir yerə gəldi. Amma bu səhvdə yoxlamağa dəyməz. Niyə görə? Çünki elə nərdivanın xətti diaqonalı kəsməlidir. Burada nərdivanın xətti diaqonalı kəsmir axı. Deməli, bu vəziyyət ödəmədi. Keçirəm digərinə olan vəziyyətini ödəyirəm. Çünki burada bir dənə nərdivanı var. İkisini də yoxlamalıyam. Təzədən qum saatını aşırtdım. Gəldi başlanğıcdakı formaya düşəcək. Bura olacaq qara. Buranın rəngi deyirik. İndi baxaq. Diaqonal hər üç fiqurun kəsişməsindən keçir. Baxın. Diaqonalın xətti hər üçünün kəsişməsindən keçir. Axı burada hər üçünün kəsişməsinə nöqtə qoysam, diaqonalın xətti oradan keçmir. Deməli, B-də sıxıntı var. Heç bir vəziyyət ödəmədi. B-ni atdım getdi. Keçirəm C-ni yoxlayıram. Dairə deyə buna. Dairə x
Bir də nərdivanımız var. Gəlin də onların vəziyyətini yoxlayaq. Dairə burada, x burada, nərdivanın biri buradadır. Gəlin ilk olaraq bunu yoxlayaq. Orientasiyadan başlayıram. X-dan sonra nərdivan, sonra dairə gəlməlidir. X-dan sonra dairə, sonra nərdivan gəldi. Orientasiya ödəmədi. Deməli, buradakı nərdivan ödəmir. Buradakı ödəmirsə, bir dənə nərdivanımız da var. Onu da gətirməliyəm bunların yanına. Biz bilirik ki, mərkəzdəki hissələrdə sən bu fiquru, yəni sondakı fiquru olduğu kimi gətirib əvvələ qoya bilərsən. Olduğu kimi, forması dəyişmədən. Gətirib qoydunmu? İndi gəlin yoxlayaq. X-dan sonra dairə, sonra nərdivan, X-dan sonra dairə, sonra nərdivan ödəyir. Bir şey baxıram ki, burada nərdivanın kiçik xətti gəlib dairəni kəsməlidir. Burada axı nərdivanın böyük xətti gəlib dairəni kəsir. Sıxıntı var. Deməli, üzlərin vəziyyəti ödəmədiyinə görə C-ni atıram gedir. Həmçinin burada X-dan da yoxlasaydınız, mən X-i nərdivanın üstünə aşırsam, nərdivan gəlib X-i kəsməli idi. Axı burada nərdivan X-i kəsmir. Deməli, C səhvdə atdım, getdi. Keçib D-yə baxıram. D-də qum saatı, nərdivan, diaqonal. Baxın. Diqqətlə baxıram. Elə burada aşağıda çəkmişəm. Birinci bu nərdivana baxaq. Nərdivan, diaqonal, qum saatı. Bu vəziyyət ödəmir. Niyə görə? Çünki buradakı nərdivan qum saatı ilə kəsişmir. Yəni necə kəsmir qum saatını. Axı burada nərdivanın xətti gəlib qum saatını kəsib. Deməli bu ödəmədi. Digərini yoxlamaq istəsəm, digərinə baxıram. Baxın, nərdivan, diaqonal və qum saatı. Burada isə elə diqqət eləsəz, orientasiyadan başlasaz. Nərdivandan sonra qum saatı, sonra diaqonal gəlməlidir. Nərdivandan başlasam, diaqonal, sonra qum saatı gəldi. Axı burada qum saatı sonra diaqonal gəlirdi. Orientasiya pozuldu. Deyəni atdım getdi. Y-yə baxıram. Dairə, qum saatı, bir də nərdivan. Gəlin bunların vəziyyətini yoxlayaq. 53 burada bir yerdədir. Nərdivan burada. Dairə, qum saatı. Baxıram ilk öncə. Orientasiyadan başlayıram. Nərdivandan sonra dairə, sonra qum saatı gəlməlidir. Nərdivandan sonra qum saatı, sonra dairə gəlir. Orientasiya ödəmədi. Keçirəm digər nərdivan yoxlayıram. Baxın, buradan başlayıram. Nərdivan, qum saatı, dairə bu ödədi. Sonra diqqətlə baxıram. Bir dənə burada diqqət eləsəz üzlərin vəziyyətində. Dairənin xətti var ha. Gəlib hər üç fiqurun kəsişməsindən keçməlidir. Axı burada hər üçünün kəsişməsindən keçmir dairənin xətti. Bu formada olub kəsişmədən keçməli idi. Deməli, Y də səhvdə atıram. Doğru cavab qalır A variantı. Bitdi, getdi. Yəni dedim ki, bu 3 qaydanı hər bir variantda yoxlayıb doğru cavabı rahatdan A olduğunu tapa bilərdiniz. Keçirəm 51-ci sualıma. 51-ci sualda. Cədvəllərə aid bir test tapşırığıdır. Yuxarıda 3 dənə müxtəlif işarələr verilib. Bunların hər biri müxtəlif bir iş görməlidir. Bəs nə iş görür? Birinci baxıram. Bura A, bura B desəm, birinci operatorumuz nə iş görür? A kvadratın üstünə B-ni gəlir. 1-in kvadratı 1 üstəgəl 6, 7. 2-nin kvadratı 4 üstəgəl 5, 9. İndi A-nı tapanda 2-nin kvadratı 4 üstəgəl 2, A variantı 6-ını tapmaq olar. A-mız oldu 6. İndi keçirəm digər operator gördüyü iş tapmağa. Bu isə A-nın üstünə B-nin kvadratını gəlir. 1 üstəgəlin 36, 37. Burada 2-nin üstünə 4 gəlib 6. İndi burada da A-nın, yəni 2-nin üstünə 5-in kvadratı 25 gələcəm. Eləyəcək 27. 2 üstəgəl 25 elədi 27. Sonuncu isə hər ikisinin kvadratını toplayır. A kvadrat üstəgəl B kvadratı. Məsələn, bax 5-in kvadratını 2-in kvadratı edir 29. 4 üstəgəl 4 edir 8. İndi burada da 1 üstəgəlsin 36 eləyəcək 37. Bitdi, getdi. Bizdən hər üçünün cəmini istəyir. A-mız oldu 6. Üstəgəl B, yəni 27. Üstəgəl C, yəni 37. Bu da bizə verir 70 cavabında. Doğru cavab olur Y variantı. Getdi. Keçək növbəti sualımıza. 52-ci test tapşırığımıza baxaq. Deyir ki,
Sərnişin nəqliyyatı şirkətinə məxsus 5 avtobus PQRS-dir. Həftə ərzində bazar ertəsi, cümə günü hər gün 2 avtobus olmaqla yola çıxır. Dispetçer iş qrafikini qurarkən bəzi prinsipləri nəzərə alır. Söhbət gedir bazar ertəsindən cümə kimi olan iş qrafikindən. Gəlin qeyd eləyək. Bazar ertəsi, sonra gəlir çərşənbə axşamı, sonra gəlir çərşənbə, sonra cümə axşamı və sonra cümə. Qeyd elədim. Hər gün 2 avtobus işə çıxır. Hər gün 2 avtobus işə çıxır. 2 dənə yer qeyd eləyək burdan. Yuxarı birinci avtobus, aşağıdan ikinci avtobusu qeyd eləyəcəm. Aha, gəlin şərtləri oxuyaq. Dispetçer hansı prinsipləri nəzərə almalıdır? Avtobuslardan hər biri heç olmasa bir gün yola çıxmalıdır. Yəni bütün avtobuslar mütləq yolda olmalıdır. Avtobuslardan heç biri 3 ardıcıl gün yola çıxmamalıdır. Yəni tutalım P avtobusu gəlib birinci, ikinci və üçüncü gün ardıcıl çıxa bilməz. S cümə axşamı və cümə günləri yola çıxmalıdır. S-i gəlirəm cümə axşamı 4-cü və cümə günləri 5-ə qeyd edirəm. Elə buradan bir nəticə çıxır ki, çərşənbə günü artıq mən heç vaxt S-i qeyd edə bilməyəcəm. Yəni S 3-cü gün çıxa bilməz artıq. Çünki 3-cü gün qeyd eləsəm 3 gün ardıcıl olacaq, olmaz. Q yola çıxan gündə P çıxmamalıdır. Harda da Q varsa, orada P yola çıxmayacaq. Bunu da bilin. Bunlar nəzərə alınaraq tərtib olunan iş qrafikinə görə Q həftədə 4 gün yol çıxacaqsa, çərşənbə günü hansı avtobuslar yola çıxa bilər? Baxın, Q həftədə 4 gün yola çıxacaqsa, onun çıxa biləcəyi versiya ancaq 1, 2, 4, 5 versiyasıdır. Çünki ayrı versiyalarda məsələn 1, 2, 3, 4 yazmaq istəsən, 1, 2, 3, 5 yazmaq istəsən, 3 gün ardıcıl düşür axı, olmur. Ona görə 4 gün yol çıxacaqsa ancaq birinci, ikinci, dördüncü və beşinci günlər yola çıxa bilər. Başqa bir ehtimalımız yoxdur. Və Q-nun olduğu günlər P olmadığına görə, yəni birinci, ikinci, dördüncü və beşinci günlərdə dolub artıq P olmadığına görə P mütləq üçüncü gün çıxmalıdır. Çünki hər avtobus heç olmasa bir gün yola çıxmalı idi. Bunu da qeyd elədim. Gəl görə bizə nə istəyir? Çərşənbə günü hansı avtobuslar yola çıxa bilər? Çərşənbə, yəni üçüncü gündən gedir söhbət. P mütləq çıxmalıdır. Buna əsasən C getdi, D getdi, Y getdi. Və A-ya baxsam P, S qeyd edir. Baxın, biz əvvəllər nə dedik? S 3-cü gün yola çıxa bilməz. Çünki 3 gün ardıcıl olur onda. Ona görə A da gedir. Doğru cavab qalır B variantı. P və R. Vsyo, bitdi, getdi. Növbəti tapşırığımıza baxaq. Fərqli variantı tapın. Gəlin, diqqət eləyək. Müxtəlif fiqurlar verilib və müxtəlif tərəf saylarına malikdirlər. Məsələn, A variantına baxıram. İçəridəki fiqurun 5 tərəfi var. Çöldəki fiqurun 4. B-yə baxıram. İçəridəki fiqurun 1, 2, 3, 4, 5, 6 tərəf var. Çöldəki fiqurun isə 5 tərəf var. Qeyd edirəm. C-yə baxıram. İçəridəki fiqurun 4 tərəf var. Çöldəki fiqurun 5 tərəf var. D-də içəridəki fiqurun 1, 2, 3, 4, 5, 6, 7, 8. Çöldəki fiqurun 1, 2, 3, 4, 5, 6, 7 tərəf var. Y-yə baxıram. İçəridəkində 1, 2, 3, 4, 5, 6, 7. Çöldəkində 1, 2, 3, 4, 5, 6. İndi baxın, özünüz rahatına artıq doğru cavabı görürsünüz. A-da içəridə 5-dir, çöldə azaldı oldu 4. B-də içəridə 6-dır, çöldə azaldı oldu 5. D-də içəridə 8-dir, çöldə oldu 7. Y-də içəridə 7-dir, çöldə oldu 6. Yəni hər dəfə 1 vaid azaldı. Amma C-də əksinə içəridə 4-dür, çöldə artı 5 olub. Çünki bu artıq digərlərindən fərqlənir. Doğru cavab olur C variantı. Keçirəm 54-cü sualımıza. Anaqram sualıdır. Hərflərinin sırası pozulmuş 5 sözdən 4-ü arasında məntiqi əlaqə vardır. Fərqli sözü göstərin. A-dakı söz manatdır. B-də rubuldur. C-də liradır. D-də dollardır. Y-də isə sərmayədir. Burada fərqlənən olacaq Y variantı. Digərlər pul vahidləridir, sərmayə fərqlənir. Doğru cavab oldu Y.
Keçək növbəti sualımıza. 55-ci sualımıza baxaq. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olaraq natamam cütü tamamlayın. Burada terminlərlə bağlı test tapşırıqdır. Kulturologiya mədəniyyət haqqında bir elmdir. Histologiya isə hüceyrə haqqında bir elmdir. Doğru cavabımız olacaq A variantı. Keçək növbəti test tapşırığımıza. Keçsək 56-ya. Dərəcə bir test tapşırığımızdır. Deyir ki, qanuni müəyyən etmə sual əvəzinə uyğun olan variantı seçin. 2C bərabərdir 3A-ya. D bərabərdir CB-yə. CB də bərabərdir BB-A-ya. Düzdürmü? Bizdən BD-nin cavabını istəyir. Gəlin əvəz olunacaq bir hissə gördüksə əvəz eləyək. D özü CB-yə bərabərdir. Düzdürmü? Burada CB-nin yerinə D yazsam. D özü də bərabər olacaq BB-A-ya. Düzdürmü? D BB-A-ya bərabərdirsə, səndən BD-ni sil. Onsuz da burada gəl D-ni sil. Yerinə BB-A-nı yaz. Bir dənə də B özündə var. Olur B, 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 A. Düzdür? Qeyd elədim. İndi isə diqqətlə bax, elə BB-A-nın özü həm D-yə bərabər idi. Yəni cavab olaraq burada isə BD də, onsuz da baxın, qeyd olunmuşdur, düzdür? Başqa bir ifadə nədir? BB-A-nın özünü yerinə gətirib CB-ni qoysam. Çünki burada həm də BB-A-mız da CB-yə bərabərdir həm də. Düzdür? Gəl bir yerinə CB qoysam cavab olur. BCB. Yəni BBC yerin heç bir önəmi yoxdur. Doğru cavab olur D variantı. 2B bir dənə də C. Siz baxın birinci ifadəyə baxmağa ehtiyac qalmadı. Əvəz olunacaq bir şey gördünüz. Əvəz eləyin cavabı çıxardı. 57-ci sualımız. Aha, 57-ci sualımız biraz çətin test tapşırığı idi. Şifrələmələrə aid bir test tapşırıqdır. Deyir, eyni hərflər eyni rəqəmlərə, müxtəlif hərflər isə müxtəlif rəqəmlərə uyğundur. Sualın əvəzinə hansı ədəd yazılmalıdır? ABC çıxılsın CB-ya bərabərdir E, L, S-ə. Baxın, altılı çıxmanın qaydasında biz bilirik ki, üç rəqəmli ədəddən tərsin çıxanda mərkəz həmişə 9 eləməlidir. Baxın, bu hazır bir qayda kimi şeydir. 3 rəqəm ədəddən tərsini çıxanda mərkəzin aldığı qiymət həmişə 9 olur. Kənarların isə cəmi 9 olur. E plus S də həmişə 9 olmalıdır. Sən bir dənə sadə nümunə yazaq, istənilən bir nümunə tam rahat başa düşün. Məsələn, yazıram 753 çıxılsın. Bunun tərsi yəni 357. 3-dən 7 çıxa bilmədiyimə görə 5-dən 1 onluq alıram. 13 çıx 7 edir 6. Burada qaldı 4. 4-dən 5 çıxmaq olmur, 1 onluq alıram. 14-dən 5 çıxıram edir 9. Burada qaldı 6. 6-dan 3 çıxıram edir 3. Edir 396. Baxın, mərkəz oldu 9. Kənarların isə cəmi oldu 9. Aha, fişə. Bizdə nə istəyir? Maksimum E vurulsun, L vurulsun, S. Çıxılsın minimum E vurulsun, L vurulsun, S. L-in qiyməti dəyişməz 9 demişə. Bununla bir işim yoxdur. E ilə S-in isə cəmi 9 olmalıdır, düzdürmü? E ilə S-in cəmi 9 olmalıdırsa, və kənardan yazıram. Burada hansı qiymətlər ödəyə bilərdi? 1 plus 8 yaza bilərdim. 2 plus 7 yaza bilərdim. 3 plus 6. 4 plus 5. Sonrasında gəlirdi 5 plus 4, 6 plus 3. Onlar da yazalım. Olsa buna ikisi 5 plus 4, 6 plus 3, 7 plus 2. Şimdi bunları qeyd elədik, düzdürmü? Amma bir şey diqqət eləyin. Bu ifadələrdən heç 7 plus 2 sonra 8 plus 1 gəlir. Amma bunlardan istifadə olunmayanlar var. İstifadə olunmayan dediyim hansıdır? Buradan bir qaydanda yazıram sizə. Altılı çıxmada. Yəni 3 rəqəmlikdən tərsini çıxırsanız. Birinci rəqəmlərin fərqi həmişə sonda yazılan cavabın bir artığına bərabər olur. Məsələn, elə burada diqqət edin. 7 çıxılsın 3. 4 eləyir. O 4 də 3-ün bir artığına bərabərdir. Düzdürmü? İndi burada da ABC çıxılsın CBA bərabərdir. Sən burada Y-ni yerinə 7 yazmaq istəsən, A ilə S-nin fərqi avtomatik olaraq olacaqdı 8. Yəni burada yazılanın bir artığı. O da ki, fərqi 8 olan rəqəmlər içində bir dənə 9 ilə 1-dir ki, fərqi 8 eləyir. Çünki sən 8 0 yazan məsən axı, ədəd 0-dan başlayanmaz. O da ki, mən 9-u elə verdiyimə görə, burada A-ya 9 verə bilmirəm. Bu ehtimal səhv idi avtomatik olaraq. Silirdim, gedirdim. 8-i vəbşə yaza bilmirəm. Çünki burada E-ni yerinə 8 yazmaq istəsəm, A minus S
Çünki 9-a bərabər olmalı idi. Burada yazılanın 1 artığına. Fərqi 9 olanda bir ehtimalım yoxdur. 9 0 yaza bilmirəm. Çünki C 0 ola bilməz. Ədəd sıfırdan başlamır. Deməli bu ehtimallar səhv idi. Bunları silirəm. Bu ehtimallar arasında araşdırma aparıram. Hasil ən çox olandan ən az olan lazımdır bizə. Burada 1 vur 8 götürsəm 8 edir. 2 vur 7 14. 3 vur 6 18. 4 vur 5 20. 5 vur 4 20. 6 vur 3 18. Onsa bunlar eyni cavabı aldı. İndi gəlin diqqət eləyək. Hasil ən çox olan 20 oldu. E ilə S-in hasili 20-dir maksimum. E ilə 9 olduğuna görə 20 vur 9 edir 180. Çıxılsın. Minimum hasil neçə oldu? Minimum hasil 1 vur 8 8 oldu. E vurulsun S 8-dirsə, E ilə 9-dur. 8 vur 9 edir 72. 180-dan 72 çıxanda edir 108. Doğru cavab olur E variantı. Deməli bu ifadələrin minimum hasillər fərqi, yəni maksimumdan minimum çıxanda bizə 108 cavabı verəcəkdir. Keçək növbəti sual tapşırığımıza. 58-ci sual. Fiqur ardıcılığına aid bir test tapşırığıdır. Qanunu müəyyən edin və sual işarəsi yerinə uyğun olan variantı seçin. Biz hər bir hissəyə tək-tək baxırıq. Baxın, məsələn, nöqtədən başlasam. Nöqtə baxın, yuxarı sol küncdədir. Keçdi, yuxarı sağ küncə. Düşdü aşağıya. İndi keçməlidir aşağı sola. Gəlib burada dayanmalıdır. A-da dayanıb, Y-də dayanıb, digərlərini atdım getdi. Baxın, qaldım A ilə Y-nin arasında, düzdürmü? İndi A ilə Y-ni analiz eləmək istəsəm, məsələn, içindəki dairəyə baxsam, dairə baxın, yuxarıdadır. Keçdi sağa, düşdü aşağı, indi də keçib solda dayanmalıdır. O da ödəyir Y variantında. A-nı da atdım getdi. Xəttə də baxsaz, baxın, yerin dəyişdi, əvvəlki vəhdinə qayıtdı, yenə yerin dəyişib bu formada dayanmalı idi, həqiqətən də Y-də dayanıb. Söhbət bitdi, get, cavab oldu Y variantı. Yəni fiqur ardıcıllarında hər bir element tək-tək baxsaz, çox rahatla cavabı çıxarda bilirsiniz. 59-cu suala gəlirik. Konfransın 40 üzvündən 6-sı nə rus dilini, nə də alman dilini bilmir. Onlardan 19-u rus, 5-i isə hər iki dili bilirlər. Neçə nəfər alman dilini bilir? Çoxluqlara aid test tapşırıqdır. Gəlin Eyler-Venn diaqramı quraq. Söhbət gedir rus, bir də alman dilini bilənlərdən. Buraya yazıram rus, buraya yazıram alman. Və bir də heç birini bilməyən də varsa, onu da kənardan qeyd edəcəm. 6-sı nə rus dilini, nə də alman dilini bilmir. Ona görə mən 6-nı gəlirəm, kənardan qeyd edirəm. Gəlin, bunlar bir düzübüzalın daxilinə alaq. Kənardan da 6-nı qeyd edirəm ki, heç birinə bilmədir. Aha. Gəlin, baxaq. Rus dilini bilən 19 nəfər var. Общий rus dili deyir, yalnız rus dili demir. Ona görə yuxarı yazıram. 5-i isə hər iki dili bilir. Baxın, 5-i hər iki dili bilirsə, yalnız rus dili bilən qalır 14 nəfər. Yəni 14 plus 5 eləməliyəm ki, mən 19 versin. Düzdür, bunu tapdım. Burada yalnız alman dilini bilmirəm, x götürürəm. Və biz bilirik ki, ümumi şagirdlərin sayı bərabərdir. Düstur olaraq. 40 bərabərdir. Yalnız rus dili bilənlər, yəni 14. Üstəgəl. Yalnız alman dilini bilənlər, yəni x. Üstəgəl hər iki dili bilənlər və heç birini bilməyən varsa, onun da axırda üstünə gəlirəm. Yəni 6-nın axırda gəlirəm üstünə. Buradan da 40 bərabər olur. 19 bu da 6. Edir 25 plus x-ə. Buradan da x-imiz bərabər olur. 40 minus 25 yəni 15-ə. X-imiz oldu 15. Bizə nə istəyir? Neçə nəfər alman dilini bilir? Alman dilini bilən 15, bu da 5 edir 20 nəfər. Doğru cavab olur B variantı. Sizə yalnız alman dili bilən soruşsaydı 15 götürəcəydiniz. Amma alman dili dediyinə görə kəsməni də götürürsünüz. 15 plus 5 edir 20. 60-cı sual. Deyir ki, üzümlə bulan siləm, yerimiz geniş olsun. Diaqramda bir sinfin şagirdlərinin imtahanda topladığı ballar verilmişdir. Bu qrafik bizə şagirdlərin topladığı balları verib. Və şərhində deyir ki, imtahandan müvəffəqiyyətlə keçmək üçün minimum 60 bal tələb olunarsa, həmin imtahandan keçməyən şagirdlərin orta balını tapın. Baxın,
60'dan yuxarı yığanlar imtahanlardan keçib. Yəni 60, 70, 80, 90, 100 yığanlar imtahandan keçib. Amma 60'dan aşağı yığanlar imtahanlardan keçməyib. Mənə də həmin o imtahandan keçməyən şagirdlər lazımdır. Birinci baxıram 50 bal yığanlara. 50 bal yığan neçə şagirdi var? 6 şagird. Biz bilirik ki, orta bal necə tapırdıq? Şagirdlərin sayını topladığı ballara vurub, axırda общий şagirdlərin sayını böləcəm. Məsələn, 6 şagird 50 bal toplayıbsa, yazıram 50 vurulsun 6. Üstə gəl. 6 şagird 40 bal toplayıbsa, 40 vurulsun 6. Üstə gəl. 2 şagird 30 bal yığıbsa, 30 vurulsun 2. Üstə gəl. 2 şagird 20 bal yığıbsa, 20 vurulsun 2. Bölünsün nəyə? Şagirdlərin ümumi sayına. Yəni 6, 6, 2, 2-nin cəminə. 6 plus 6 plus 2 plus 2-yə bərabərdir. Vəsə, bunu tapıram. Gəl, bax, təyin elə bunu. Şahını sileyim. 300 üstə gəlinsin 240, üstə gəlinsin 60, üstə gəlinsin 40. Bölünsün 12, bu da 4, yəni 16. Bu deyir 540, 600, 640 bölünsün 16. O da bərabərdir 40-a. Deməli, imtahandan keçməyən şagirdlərin orta balı 40-a bərabər. Doğru cavab olur C variantı. Bitdi, getdi. Keçək növbəti test tapşırığımıza. 61-ci sual. Deyir ki, 5 dost növbəti imtahanda alacaqları qiymətlər haqqında aşağıdakı təxminləri ediblər. Sübhan hesab eləyir ki, Kazımdan başqa onlardan istənilən biri 9 ala bilər. Afiq isə deyibsə o 8 alacaq. Kazım güman edib ki, 8 almaq ən layiqli namizəd Cabbardır. Nazim deyir, heç vaxt 5 almayacaq. Əksinə Sübhanın bu qiymət alacaq deyib. Cabbar isə Afiqin 6, Sübhan isə 5 almayacağını deyib. Afiqin 6 alacağını, Sübhan isə 5 almayacağını deyib. Bir müddət sonra məlum oldu ki, 7 və 8 alanlar fikirlərində yanılıblar. 6, 5 və 9 alanlar isə haqlı çıxıblar. Dostlardan kim hansı qiyməti almışdı? Ən rahat yol. Gəlin variantları bir-bir yoxlayacağım. Və mənə lazımdır ki, 5, 6 və 9 qiymət alanların ifadələri doğru olsun. 7 və 8 alanların ifadələri yanlış olsun. Məsələn, birinci A-ya baxıram. A-da Sübhan 5 alıb. Biz dedik ki, 5 alan doğru danışmalıdır. Sübhan nə demişdi? Kazımdan başqa istənilən biri 9 ala bilər. Baxıram, həqiqətən 9 alan Nazimdir. Yəni Kazım deyil, doğru deyil. Sonra Kazım 7 alıb. 7 alan yanlış danışmalıdır. Kazım deyib ki, güman edib ki, 8 almağa ən layiqli namizəd Cabbardır. Həqiqətən də 8 Cabbar alıb da, doğru danışdıq, yalan danışmalıyıq. Deməli, A səhvdə atdım, 7. B-yə baxıram. Sübhan 7 alıbsa, deməli, yalan danışır. Sübhan hesab edir ki, Kazımdan başqa onlardan istənilən biri 9 ala bilər. Baxıram. Həqiqətən də 9 alan Afiqdə Kazımdan başqa biri. Doğru danışırıq. Bu yalan danışmaq. Çünki 7 alan yalan danışır. B-ni də atdım, getdi. C-yə baxıram. Sübhan 6 alıbsa, deməli, haqlı danışır. O demişdi, Kazımdan başqa istənilən biri 9 ala bilər. Yalan deyir axı, elə 9-u Kazım alıb. Bu doğru danışmalıdır. İndi yalan danışır. Deməli, C-ni də atdım, getdi. D-yə baxıram. Sübhan 5 alıbsa, deməli, haqlı danışmalıdır. Demişdi, Kazımdan başqa istənilən biri 9 ala bilər. Həqiqətən 9 alan Nazimdir. Kazım deyil, doğru danışdı. Kazım 6 alıbsa, 6 alan da doğru danışmalıdır. Kazım deyir ki, 8 almağa ən layiqli namizəd Cabbardır. Həqiqətən 8 alan Cabbardır. Deməli, Kazım da doğru danışdı. Afiq 7 alıbsa, deməli, fikrində yanılıb. Afiq demişdi ki, 8 alacaq özü üçün. Amma Afiq 7 alıb, həqiqətən fikrində yanılıb, yalan danışır. Nazim 9 alıb. 9 alan da haqlı çıxmalıydı. Nazimin fikrini oxuyuram. Heç vaxt 5 almayacağını demişdi. Həqiqətən də Nazim öz 5 almayıb. Əksinə Sübhanın bu qiymətini alacağını deyib. Həqiqətən də Sübhan 5 alıb. Bu da doğru danışdı. Plus qoydum. 8 alan Cabbar isə yanılmalıdır fikrində. Cabbar Afiqin 6 alacağını deyir. Yanılıb. Afiq 7 al baxa. Sübhan isə 5 almayacağını deyib. Yenə yanılıb. Sübhan 5 al baxa. Deməli, yalan danışdı. Həqiqətən 5, 6, 9 alanlar doğru danışdı. 7 ilə 8 alanlar yalan danışdı. Doğru cavabımız olacaqdı D variantı. Şu, ən rahat formada variantları yoxlayıb doğru cavabı bu şəkildə çıxarda bilərdik.
62-ci sualda anaqram sualıdır. Son qəbulda bu tip bir dənə anaqram düşmüşdü qabağımıza. Deyir, verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar? Yaradılan sözdəki hərflər istifadə edilən sözlərdəki hərflərin sayına bərabərdir. Baxın, burada doğru cavab olacaq 4 ilə 5. Buradakı hərflərdən yoxlama sözü alınırdı. Y, A, X, L, A, M, A. Cavab olacaq yoxlama C variantı. Bitdi, getdi. 63-cü test tapşırığımıza baxaq. Yenə qanun yolunu müəyyən edib sual işarəsi yerinə uyğun olan variantı seçməliyəm. A ilə B-ni tapmalıyam. Və oxların istiqamətində baxıram 26-dan 34-ə gedir. 8 artıb plus 8. 34-dən 41-ə 7 artıb. 41-dən 46-ya 5 artıb. Və bu artan əlaqələrə baxsan, 26 niyə görə 8 artırır? 2 ilə 6-nın cəmidir. Yəni rəqəmlər cəmidir ona görə. 34-ü niyə artırır? 3 ilə 4-ün cəmidir. Ona görə. 41-i də 4 ilə 1-in cəmi olduğuna görə 5 artırır. 46 edir. Yəni 46-nı 4 plus 6. 10 artırıb 56 almalıydıq. 56-nı 11 artırıb 67. 67-nin 13 artırıb 80. İndi 80-ı da 8 plus 0. 8 artırıb 88 eləməli idi. A-mız oldu 56. B-miz də oldu 88. Söz bitdi, getdi. Doğru cavab olur 144 B variantı. 64. Aşağıdakı qrafik eyni anda yandırılan M və N şamlarının zaman keçdikcə boylarının azalmasını göstərir. M şamı tamamilə yanıb qurtardıqda N şamının boyu neçə santimetr olar? Və gəlin birinci qrafiki oxumağa çalışaq. M şamına baxıram. Boyu 30 santimetr idi. 1 saat ərzində düşdü 27-yə. Deməli, hər saatda 3 santimetr azalır. Yəni, bunun boyu 30-dursa M şamının və hər saatda 3 azalırsa, 2 saat sonra 3x azalacaq. Yəni 1 saat sonra 3 azalıb 27 olacaq. 2 saat sonra 6 azalıb 24 olacaq. Düzdürmü? Keçirəm N-ə. N şamı isə başlanğıcda 20 santimetrdir. Hər saatda 1 azalır. 20-dən düşüb 19 oldu. Düzdürmü? Deməli, 2 saat sonra bunun hündürlüyü qalacaq 20 minus x. Bunu qeyd elədim. İndi baxın, M şamının nə zaman yanıb qurtardığı mənə lazımdırsa, buradan bu ifadə 0 olmalı, yəni bitməlidir. 3x bərabər eləyir 30-a, x-in bərabər eləyir 10-a. Deməli, 10 saat sonra M şamı bitəcək. Bəs 10 saat sonra, yəni o bitdikdən sonra N şamının boyu nə qədər olacaq? N də bərabər olacaq 20 çıxılsın 10-a. Yəni 10 santimetrə doğru cavab olur B variantı. Bitdi, getdi. İndi keçirik növbəti test tapşırığımız 65-ci sual. Xəyali kəsrlər bölməsinə aid bir test tapşırığıdır. Deyir ki, qatlanmış rəngli kağızda kəsiklər edilib. Fikrən kağızı açın və uyğun olan cavab variantını seçin. Qırıq xətlərlə kağızın qatlanmış hissələri göstərilib. Yəni, baxın, ilk olaraq diaqonal istiqamətdə qırıq xətdən digər tərəfin üzərinə doğru qatlanma olub. Sonra isə onu da ayırıblar və qırıq xətdən içəriyə doğru bir dənə qatlanma olub. Biz bilirik ki, xəyali kəsiklərdə sondan əvvələ doğru verilən kağızı açaraq doğru cavabı tapmalıyam. Yəni necə? Ən son neynədir? Ən son baxın bu qırıq xətdən içəriyə doğru qatıladı. Deməli birinci mən həmin o qırıq xətti tamamlamalıyam. Baxın. Birinci bunu tamamlamalıyam. Bunu tamamlayanda gözüm biraz rahat çəkim, lap rahat görək. Baxın. Və buradan ayırdım. Aha. Bax diqqət eləyin. Birinci mən bunu yuxarı doğru açanda gələcək buradakı dairə tamamlanacaq. Buradakı xətti görürsünüz. Gəlib yuxarıda öz əksini görəcək. Əsas çəkilən hissə bura ola bilər. Bax bu hissə də öz əksini gəlib burada görəcək. Və həmçinin burada göz, burada boşluq yaranır axı. O boşluq da öz əksini gəlib bax burada görməlidir. O boşluq yaranmalıdır. Yəni baxın, bax B-dəki kimi, Y-dəki kimi. Bax bu boşluğu görürsünüz. Bax həmin boşluq burada yaranmalıdır. Çünki bura tam birləşmir, bax burada boşluq var. Bu boşluq yaradan da həmin hissədir. O boşluq yarandan sonra da mən bunu ikinci olaraq aşağıya doğru açıb tamamlamalıyam.
Yəni tam kvadrat halına salmalıyam. Tamamlayanda da hər birisi öz əksini görməlidir. Bax, buradakı xətt öz əksini görəcək. Gəlib düşəcək bax bura. Bu xətt öz əksini görəcək. Gəlib düşəcək bax bura. Çünki biz bilirik ki, çəp güzgü veririksə, şaquli gördüyümüz üfüqi, üfüqi gördüyümüz şaquli olur. Yəni bu şaquli idi, gəldi üfüqi dayandı. Bu üfüqi idi, gəldi şaquli dayandı. Buna əsasən məsələn bu A getdi. Öz əksini heç görməyib. Bu fiqurda səhv açılıb. C getdi. Buradakı öz əksini görməyib. Xəttlər də yoxdur. Sonra baxıram. Həmçinin burada B də getdi. Çünki buradakı söz əksini görməyib. Bu hissə də öz əksini görməyib. Hər bir söz əksini görməlidir. D-yə baxıram. D də gedir. D-də həm dairəm 1 artıqdır. Çünki sən bunu açanda bu dairə gəlib öz əksini burada görəcək. Üçüncü bir dairəm yoxdur. D-yə atıram gedir. Həm də ki bu hissə səhv açılıb. Buradakı isə dediyim kimi burada qırıq-qırıq xəttlər əmələ gəlməli idi. Bu formada qırıq-qırıq xəttlər əmələ gəlməli idi. Y-dəki formaya düşməli idi. Ona görə doğru cavab olur Y variantı. Yadda saxlayın. Xəyali kəsrlərdə sondan əvvələ doğru aça-aça gedirsiniz və hər birisi öz əksini görməlidir. Və çəp güzgü varsa, şaquli gördüyümüz üfüqi, üfüq gördüyümüz isə şaquli olmalıdır. 66-cı sual. Fiqur cədvəlinə aid bir test tapşırıqdır. Yenə qanununu müəyyən edib, sual əvəzinə uyğun olan variantı seçməliyəm. Və gəlin diqqət edək. Nə iş görür? Birinci və ikinci şəkilləri üst-üstə qoyub cavab alır. Məsələn, mən baxım bu üç bucağı gətirib bura qoysam. Mən qoysam. Baxın, bu içəridəki rom burada əmələ gəldi. Kənardakı üç bucaqlar burada əmələ gəldi. Hər biri bir kənarda. Həmçinin bax, bunları ikisini üst-üstə qoyanda bunu gəlib bunun üstünə qoyuram. Sonraki cavabı alıram. İndi burada da bunları üst-üstə qoymalıyam. Gəlin rahat bir səfər x-i gəlin qoyaq bura. X-i gətirib qoyuram bura. Bu formada bir cavab alınmalıdır. Baxıram, A-da xəttin biri artıqdır atdım. B-də x yoxdur. C-də xətt yoxdur. D-yə baxıram, D-də xəttin mövqeyi səhvdir. Cavab olur Y variantı. Getdi. Keçək növbəti test tapşırığımız 67-ci suala. 67-ci sualımız sahələrə aid bir test tapşırığıdır. Deyir, pi bərabər 3 olarsa, rənglənmiş hissənin sahəsi neçə sahə vahidinə bərabər olar? Baxın, mən burada rənglənmiş hissənin sahəsini tapmaqdan ötürü ən yaxşı verirsə nə edərəm? Ümumi sahədən içindəki ağ dairənin sahəsini, yəni ağ çevrənin sahəsini çıxsam, rəngli hissəni tapa bilərəm ən rahat formada. Birinci ümumi sahəyə baxsam, bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Kvadratdır. Sahəsi olacaq kvadratın sahəsi A-nın kvadratı. Yəni 8-in kvadratı 64. 64-dən içəridəki çevrənin sahəsini çıxmalıyam. Və biz bilirik ki, tam çevrənin sahəsi bərabərdir pi r kvadratına. Gəlin də r-i tapaq. R-i tapmaqdan ötürü tam mərkəzə bir nöqtə qoyub radius çəkirəm. Radiusa baxın. 1, 2, 3-ə bərabərdir. Onda s-imiz də bərabər olacaq. Pi, yəni 3 vurulsun. R-in, yəni 3-ün kvadratı. Bu deyir 9 vur 3, yəni 27. Tam sahə 64 idi. Dairənin sahəsi oldu 27. 64-dən də 27 çıxsam. Bu da mənə verəcək 37 cavabını. Doğru cavab olacaq A variantı. Şey bitdi, getdi. Keçib növbət test tapşırığımıza. 68-ci sual. 68-ci sualımız fiqurların tamamlanmasına aid bir test tapşırığıdır. Fiqurların tamamlanmasında biz bilirik ki, nə iş görürdü? İlk iki fiqurda olub. Üçüncüdə olmayan xəttlər hansısa cavabda onu götürürdüm. Yəni bu ikisinin cəmi bərabərliyin sağında üçüncü və dördüncü şəklin cəminə bərabər olmalıdır. Ona görə mən bunu gəlib ən rahat necə işləyirəm? Bərabərliyin sağında olan xəttləri birinci və ikinci fiqurdan tapıb silirəm. Yəni bax, üçüncü fiqurda olan xəttləri 1 və 2-nin hansı hissəsindən götürülübsə tapıb onu silək. Və lap rahat həll etmədən ötürü gəlin nöqtələri, yəni xəttləri nömrələyək. Məsələn, bax bu birinci düz xəttim, bu ikinci düz xəttim, bu üçüncü düz xəttim, bu dördüncü düz xəttim. Bax, birinci düz xətt, ikinci düz xətt, üçüncü düz xətt,
Dördüncü düz xətt. 1, tam mərkəz 2. Baxın, burada da bir nöqtə olur. Düzdür, bax burada. 3, yəni üçüncü düz xəttim. O mənada. Burada da 4. Birin üstündən keçən xəttim harda var? Birinci fiqurda götürdüm. Tam mərkəzdən keçən xəttim, 1-dən 4-ə doğru gedən xəttim harda var? İkinci fiqurda götürdüm. Sonra 2-yə doğru gələn xəttim harda var? İkincidə götürdüm. 2-dən 4-ə doğru gedən xəttim götürdüm. Sonra diqqət edirəm. Bax, üçüncüdə olan xəttlərin hamısını tapıram. 2-nin üstündən düz xətt gedir, görürsünüz? 2-ni tapıram, üstündən gedən düz xətt birinci fiqurdadır. Bax, buradadır, götürdüm. Sonra 2-dən gedən xəttin yarısı, bax, bu yarısı, aşağı hissəsi birinci fiqurdadır, buradadır. Yuxarı hissəsi isə ikinci fiqurdadır, buradadır, götürdüm. Və bir də 4-dən gedən xəttim buradadır, götürdüm. Bax, 3-də olan bütün xəttləri tapdım, sildim. Yerdə qalanlar birləşib sənə cavabı verməlidir. Bax, bu xəttlərin hər biri birləşib sənə cavabı verməlidir. Hamısını yaşına qeyd edim. Gəlin variantları təhlil edib rahatına cavabı tapaq. Başlayıram. Aşağıdan bir dənə düz xəttim tam getməlidir. Ən rahatdan başlayaq. A-da, B-də, C-də, D-də gedir, Y-də getmir. Deməli, Y səhvdir. Yeni atdım, getdi. Sonra bax, bir dənə şey diqqət edeyim. Burada A-da, C-də və D-də mərkəzdən keçən xəttim var. Görürsünüzmü? Bu xəttim var. Mən bu xətti onsuz da bərabərliyin sağında qeyd eləmişəm. Düzüm, üçüncü şəkildə var. Təzədən onu qeyd etməyinə ehtiyac var ki, ehtiyac yoxdur, düzdür. Ona görə C-də, A-da, D-də gedir. Doğru cavab qalır B variantı. Bax, xəttlərə baxın. Bu xətt buradakı xəttdir. Buradakı xətt bu xəttdir. Yuxarıdan gedən xəttim buradadır. Sonra bax, diqqətlə baxın. Aşağıdan keçən düz xəttim buradadır. Yuxarı doğru yönələn xəttim buradadır. Onu da qeyd elədim. Bir də üçbucağın xəttləri də bax buradadır. Bax, bu üçbucağın xətti də buradadır, qeyd elədim. Bütün xəttlər lazım olanlar hamısı qeyd olunub. Doğru cavab oldu B variantı. Bitdi, getdi. İstəyir növbəti test tapşırığımıza. 69. Deyir ki, satıcı 36 manata bir yeşik portaxal alıb. Yeşikdə 12 kiloqram portaxal var. O bilir ki, 2 kiloqram portaxal satılmamış xarab olacaq. Satıcı portaxalın kiloqramını neçəyə satmalıdır ki, verdiyi ümumi pulun 1/3 qədər qazanc əldə etsin? İlk olaraq, satıcı 36 manata bir yeşik portaxal alıb və yeşikdə 12 kiloqram varsa, 12 kiloqramın 36 manatdırsa, sənin 1 kiloqramının qiyməti olacaq 3 manat. 36 manat verib aldım. Və o bilir ki, 2 kiloqram portaxal satılmamış xarab olacaq. Yəni 12 kiloqramdan 2 kiloqramı xarab olacaq. Yerdə qalacaq 10 kiloqram. Yəni bu 10 kiloqram portaxal satacaq ancaq. Və indi bizdə nə istəyir? Satıcı portaxalın kiloqramını neçəyə satmalıdır ki, verdiyi ümumi puldan, yəni 36-dan 1/3 qədər qazanc əldə etsin. 36-nın 1/3 qədər qazanc nə qədər qazanc deməkdir? Gəlin birinci onu müəyyən edək. 36-nın 1/3-ni tapıram. Bu deyilir 12. Yəni 36 manat verib alıb 12 manat qazanc əldə etmək istəyir. 48 manat pul götürmək istəyir. 48 manatı nədən götürmək istəyir? 10 kiloqram portaxalın satışından. 10 kiloqram 48 manatdırsa, bunun 1 kiloqram neçəyə satmalıdır? 4,8 manata. Ona görə doğru cavab olur Y variantı. 10 kilonun kilosunu 4,8-dən satır, 48 manat götürür və verdiyi ümumi puldan 12 manat. Yəni verdiyi pulun 1/3 qədər qazanc əldə etmiş olur. 70-ci sual. Qanunauyğunluğu müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. Arıcılara bir test tapşırığı idi və burada söhbət kublardan gedirdi. Necə? 1 alanda 0-ın kubunun üstünə 1 gəlir. 2-ni alanda 1-in kubu 1 üstünə 1 gəlir 2. 9 alanda 2-nin kubu 8 üstə 1 gəlir 9. 28
3'ün kubu 27 plus 1 28. 65. 4'ün kubu 64 plus 1 65. 126. 5'in kubu 125 plus 1 126. Sualın da yerinə olacaq 6'nın kubu plus 1. Yəni 216 plus 1 cavab olacaq 217 B variantı. Все, bitti getdi. Keçirik 71-ci test tapşırığımıza. Qanun yolunu müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. Baxın, hər bir fiqurun hərəkətini tək-tək izləsəm, çox rahatla cavabı çıxarda bilərəm. Məsələn, bax, ilk olaraq başlayaq. Məsələn, dairədən. Dairəyə baxın. Necə hərəkət eləyir? Bax, bu nöqtədə idi. 1, 2 vadi yerini dəyişdi, gəldi bura. Təzədən 2 vadi yerini dəyişməlidir. 1, 2 vadi yerini dəyişib yuxarı sol küncə keçəcək. Və sonra yenə 2 vadi yerini dəyişib gələcəkdi bura. Deməli, yuxarı sol küncə dairəm olmalıdır. Bax, bu küncədə. A-da var. B-də yoxdur, atdım. D-də yoxdur, atdım. C-də yoxdur, atdım. Y-də yoxdur, atdım. Şöyle bir dənə dairənin cavabı çıxır 2 variantdır. Amma gəlin digərlərini izləyək. Üçbucağa baxıram. Üçbucaq. Bax, buradaydı. Necə hərəkət edir? Gəlin hərəkətin bir-bir analiz eləməyə çalışaq. 1, 2, 3 vadi hərəkət edib gəldi bura. Sonra yenə 1, 2, 3 vadi hərəkət edib gəlib indiki dairənin yerində dayanmalı idi. Həqiqətən də dayanıb. Sonra da 1, 2, 3 vadi hərəkət edib yuxarı qalxacaqda qalxıb. Ulduza baxıram. Gəlin ulduzu analiz edək. Ulduza baxın. 1, 2, 3 vadi hərəkət edib gəldi bura. Sonra yenə 1, 2, 3 vadi hərəkət edib gəlib burada dairə ilə kəsişməli idi. Həqiqətən də kəsişib. Doğru cavab olur A variantı. Bitdi, getdi. Keçək növbət test tapşırığımızın izahına. 72-ci test tapşırığına baxıram. 72-ci test tapşırığı kişi haqqında maraqlı bir sual nümunəsidir. A, B, C, D, Y, F rəqəmləri fərqli 6 rəqəmli əldə olmaqla aşağıdakı şərtləri ödəyir. Yəni bu 6 rəqəmlər 2-ə vuranda C, D, Y, F, A, B alırsan. 3-ə vuranda B, C, D, Y, F, A alırsan. 4-ə vuranda, 5-ə vuranda, 6-ya vuranda hər birinə müxtəlif bir ifadə alırsan. Burada mən bu sualı ən rahat formada necə tapa bilərdim? Baxın, bir dənə qırılma nöqtəsi var idi. Onu görsəydiniz, suallar avtomatik olaraq həll olacaqdı. Qırılma nöqtəsi nədir? Sən diqqətlə baxsan, bax burada da 6 rəqəmli ədədi 2-ə vurub, yenə 6 rəqəmli cavab alır. 6 rəqəmli ədəd 3-ə vurub, yenə 6 rəqəmli cavab alır. 4-ə vurur, yenə 6 rəqəmli, 5-ə vurur, yenə 6 və 6-ya vurur ədəd, yenə 6 rəqəmli cavab alır. Yəni, gedib 7 rəqəmli ədədə çıxmır. Bu nə deməkdir? Buradan biz avtomatik olaraq A-nın 1 olduğunu tapırıq. Niyə görə? Bax elə 6-nı göstərsən, bax yazıram A, B, C, D, Y, F. Vurulsun 6. Bərabərdir D, Y, F, A, B, C. Bax sən 6-nı vurursan F-ə C alırsan. 6-nı vurursan Y-yə B alırsan. 6 vur D, A. 6 vur C, F. 6 vur B, Y. 6-nı A-ya vurub D alırsan. Yəni tək rəqəmli bir cavab alırsan. A-nın burada 1-dən başqa alacaq bir qiyməti yoxdur. Sən A-ya 2 vermək istəsən 6 vur 2 12 eləyəcəkdir. Onda rəqəmlərin sayı cavabda 7 olacaqdı axı, düzdürmü? Artacaqdı. Ona görə deməli A mütləq 1 olmalıdır ki, rəqəmlərin sayı heç vaxt dəyişməmiş 6 olaraq qalır. Yəni 6 vur 1 sadəcə burada 6 ala bilirdim. Məsələn deyirəm bunu. Təbii ki, burada yadda qalma ehtimalı olduğuna görə D-nin burada 6 olduğunu demək olmur da. A-nın 1 olduğunu tapmaq əsas şərtimiz idi. A-nın 1 olduğunu tapandan sonrası rahatdır. Gəlirəm, bax, bu ifadədən kömək alıram. 1, B, C, D, Y, F vurulsun 3 alınır B, C, D, Y, F, A, yəni 1-ə. Bax, buradan F-i tapa biləcəm. A-mız oldu 1 bu öz yerində. 3-ü nəyə vursam sonu 1-lə bitər. Vurma cədvəlindən bildiyimiz kimi 7. Deməli, F-imiz oldu 7. Gəlirəm F-in yerinə 7-ni qeyd edirəm. F-imiz oldu 7. Bundan sonrası rahatdır. Məsələn, burada 7-ni 2-ə vururam, 14 edir. Yəni 4 ilə bitir. Deməli, B olmalıdır 4. B-miz oldu 4. Sonra 7-ni 4-ə vuranda 28 edir. 8 ilə bitir. D-miz oldu 8. 7-ni 5-ə vuranda 35 edir. Yəni 5 ilə bitir. Y-miz oldu 5. Burada 7-ni 6-ya vuranda 42 edir. Yəni 2 ilə bitir. C-miz oldu 2. Söz bitdi, getdi. 1 plus 4 plus 2 plus 8 plus 5 və plus 7.
12, 20, 22, 26. Bu da bir 27 cavabını ala biləriz. Doğru cavab olacaq C variantı. Digit, yəni qırmaq üstü bir dənə A-nı tapdın. A-mız 1-dirsə F mütləq 7 olmalı ki, 7 vur 3 1-lə bitsin. F də 7 olandan sonra vur, son rəqəmlərdən hərfləri çıxart. 73-də. A. Cavab variantlardan hansı açılışı verilmiş? Kubun digər açılışıdır. Yəni bir açılışını verib, digər açılışını bizdən istəyir. Biz bilirik ki, söhbət eyni bir kubdan gedirsə, başlanğıc olaraq biz nəyi yoxlamalıyıq? Qarşı üzlər eyni qalmalıdır. Yəni tutalım burada altıbucaqlı ilə bu kres işarəsi. Qarşı üz isə bunlar başqa bir, yəni söhbət eyni bir kubdan gedirsə, digər açılış formasında qarşı üz olaraq qalmalı, dəyişə bilməz. Ona görə bax kənardan qeyd edirəm. Rombun qarşı üzü 5 nöqtədir. Kres işarəsini, yəni buna deyək, elə dairə deyə rahat olsun. Dairənin qarşı üzü altıbucaqlıdır da. Bir də bu xəttin qarşı üzü bu setkadır. Qarşı üzlər variantları da olduğu kimi qalmalı qarşı üz kimi. Aya baxıram. İlk olaraq kubu gətirməliyim 1, 4, 1 formasına. Necə gətirəcəm? Baxın, aşağıdakı sən görürsünüz, kənarı boşdur. Bunu sola doğru aşırdıb 1, 4, 1 formasına sala bilərdim. Aşırdıram. Cavab formada dayanır. 5-in qarşı üzü oldu dairə. Aşırdandan sonra 5-in qarşısı oldu dairə. Axı 5-in qarşı üzü romb olmalıydı. Anı atdım getdi. B-yə baxıram. 5-in qarşı üzü romb ödəyir. Dairənin qarşı üzü altıbucaqlı ödəyir. İndi burada xəttin qarşı üzü setka ödəyir. Çox zaman uşaqlar deyir ki, bunlar bir düz xətt üzərində deyil. Onun heç bir önəmi yoxdur. Çünki bunlar istədiyi formada hərəkət edə bilir axı. Yəni sən bunu hərəkət etdirib burada gətirə bilərsən. Ona görə bunlar kənarı dayanlar bir-birinə olur qarşı üz. Bu da ödəyir. C-yə baxıram. 5-in qarşı üzünə dairə qoyub. Yəni 5-in qarşı üzü rombda axı C-ni atdım getdi. D-də 5-in qarşı üzünə altıbucaqlı qoyub. Səhvdir, romb olmalıdır. Atdım getdi. Y-də mən bunu 1, 4, 1-ə gətirməliyəm. 1, 4, 1-i necə gətirəcəm? Aşağıdakı hissəni sola doğru aşırtmaqla. Gəlirəm dairəni sola doğru aşırdıram. Bax, aşırdıram ki, 1, 4, 1 formasına gəlsin. Aşağıda cavab formada dayanacaq. Buradan silindi artıq. 5-in qarşı üzü romb ödəyir. Dairənin qarşı üzü altıbucaqlı ödəyir. Xəttin qarşı üzü setka ödəyir. Qaldım B ilə Y-nin arasında. B ilə Y arasında qalanda isə hər hansı üzvləri götürün, onların bir-birinə olan vəziyyətini yoxlayın. Bəzən orientasiyanı yoxlaya bilərsiniz. 2 dənə üzvün vəziyyətini yoxlaya bilərsiniz. Fərqi yoxdur. Yoxlayıb görün hansı daha uyğundur. Məsələn, baxın, bu kresə gəlin baxaq, çünki kənardadır, hərəkət etdirmək olur. Forması tez-tez dəyişir. Xətt özü, bu qara xətt, altıbucaqlı ilə kəsişmir. Altıbucaqlının yuxarı hissəsində olmalıdır. B-də bunları bir yerə gətirsən, bax bu xətti aşırtsan. Bax necə aşırdır? Yuxarıdan tutub sağa doğru aşırsam, xətt gəlib yanır bax burada. Gəlir altıbucağına kəsişir. Axı altıbucağının yuxarısında olmalıdır, kəsişməli deyil. Ona görə B-ni atıram. Doğru cavab qalır Y variantı. Y-də də həqiqətən bunlar bir nöqtədə kəsişmirlər. Yuxarıda yerləşir. Ona görə cavabım olur Y variantı. Keçirəm 74-cü suala. Sual işarəsinin yerinə uyğun gələn ədədi müəyyən edin. Gəl müəyyən eləyək. Yuxarıda üstəgəl var. K ilə K-nın kəsişməsində L kvadratı var. Deməli, K üstəgəl K, yəni 2K-mız bərabərdir L kvadratına. L ilə L-in kəsişməsində, yəni 2 L-imiz bərabərdir K-ya. M-lərin cəmi 2 M isə bərabərdir L-ə. Bitdi, getdi. Vsyo. Bax, bu formada qeyd edəndən sonra ən rahat bunu necə həll edərəm? K 2 L-ə bərabər deyil. Gəl yuxarıda K-nın yerinə 2 L-i qoy. 2 vurulsun 2L bərabərdir L kvadratına. 4L bərabər L kvadratıdırsa, burada L-in bir ixtisar gedir, 4 bərabər olur L-ə. Vsyo. L-imiz 4-dürsə, M2 olmalıdır ki, 2 vur 2 4 eləsin. L-imiz 4-dürsə, 2 vur 4 K-mız deyir 8. K-mız oldu 8. L-imiz oldu 4. M də oldu 2. Cəm deyir 14. Doğru cavab olur A variantı. Keçirəm 75-ci test tapşırığına. Verilmiş sözlərdə hər bir hərf müəyyən bir rəqəmə uyğundur və cavab variantlarının hər bir bu 5 sözdən birinə müvafiqdir.
Sual əvəzinə uyğun olan cavabı tapın. Şifrələrə aid bir test tapşırığıdır. Sadə bir nümunədir. Baxın 5 dənə söz var. Platon, Neptun, Nissan, Pluton və Piston. İndi biz buradan, bu sualdan Platon sözünün cavabını axtarıb tapmalıyıq. Gəlin Platon sözünün cavabını axtarıb tapaq. Və variantların hər biri bu sözlərdən birinə uyğundur. Və diqqətlə baxsam, müxtəlif yollarla baxın, həriniz istədiyiniz bir yolla gedib cavabı tapa bilərsiniz, heç bir problem yoxdur. Yəni çox rahatlıqla cavabları müəyyənləşdirmək olur, sıxıntısız şəkildə. Məsələn, birinci, burada diqqət edirəm ki, Platonda başlanğıc olaraq P və L ilə başlayır. Neptun NE, Nissanda NI, Plutonda PL, Pistonda PI. Yəni Plutonla Platonda başlanğıc iki hərf eynidir. PL, PL. Başlanğıc iki rəqəm eyni olan hansı variantlardır? 62, 30, 37, 37, 60. Eyni olanlar C-də 37, D-də 37-dir. Deməli bu PL 37-yə bərabər imiş. Platon sözünün kodu ya D-dir ya da C-dir. Və ən qısa formada məsələn birinci 3 variantı buradan silə bilərdik. Və Platonla Plutonda tək fərq hardadır? A-la U hərfində. Yəni bir dənə A-nın ya da U-nun kodunu tapsa avtomatik olaraq cavabı çıxardıram. Burada da baxın, boşda qalan sözlərə baxın. Və Neptun, Nissan, Pistona aiddir. Burada Nissan avtomatik olaraq fərqlənir. Çünki Nissanda 3-cü və 4-cü hərflər eynidir. 3-cü və 4-cü rəqəmləri eyni olan Y variantıdır. Baxın. Deməli, S-imiz aiddir 1-ə. Buradan da A-mız S-nın yanındadır. Yəni A-mız bərabərdir 9-a. Deməli, A-mız 9-a bərabər imiş. Platonda da bizə A alır. Yəni 9 lazımdır. Doğru cavabımız olur D variantı. Deməli, buradakı 5 U-ya aid imiş. C-ni atdım, getdi. Doğru cavabı D variantı. Şu, qədər sadə. Davam eləyək. Keçək növbəti sualımızın həllinə. 76-cı suala baxırıq. 76-cı sual yeni bir sual tipi idi. Sualın şərti kifayət qədər ağırdır. Amma həlli isə bir o qədər asandır. Ona görə diqqətlə qulaq asın, məncə çox rahatlıqla başa düşəcəksiniz. Deyir, nömrələnmiş 12 çubuğun hər biri 2 çubuqlu bağlar vasitəsilə birləşərək fərqli sayda 3 və daha çox çubuqlardan ibarət bir neçə qapalı dəstə əmələ gətirir. Yəni bu nə deməkdir? Baxın, tutalım bunlar çubuqlardır. Yəni bax 1-in qolu gedir 3-ə. Deməli 1 ilə 4 birləşir. Məsələn 6-nın qolu gedir 12-ə. Deməli 6 ilə 12-ci çubuqlar bir-birinə birləşir. Yəni bunlar birləşir, axırda yekunda bir qapalı dəstə əmələ gətirməlidir. Və sənə isə deyir ki, çubuqların bir-biri ilə əlaqəsi şəkilləri kimidirsə, dəstələri müəyyən edərək ən böyük dəstəyə aid olan çubuqların nömrələri cəminin ən kiçik dəstəyə aid olan çubuqların nömrələri cəminə nisbətini tapın. Gəlin bax birinci dəstələri yaradaq. Necə? Baxın, elə başlayıram birdən dəstələri yaratmağa. Görün birinci çubuq nə ilə birləşib? Yəni bir-bir taparaq hamısının dəstələri yaratmalıyam. Gəl onu da müəyyənləşdirəm. Fərqi yoxdur bu arada hardan başlayır. Yəni bir dediniz buradan başlaya bilər, buradan da başlaya bilər, düzdürmü? Fərqi yoxdur, hansına siz başlaya bilərsiniz. Yəni bax yuxarıdan başlayıram. Bax birinci çubuq birləşir 4-cü çubuqla. Yazıram 1 ilə 4 birləşdi. Bax 4-cü çubuqdan davam edirəm. 4-cü çubuq nə ilə birləşir? 7-ci çubuqla. 4 də birləşdi 7 ilə. 7-ci çubuq qayıdır geriyə birləşir 3-cü çubuqla. 3-cü çubuq təzədən hara qayıdır? 1-ci çubuğa. Şu, bunlar özü bir dəstə əmələ gətirdi. Bax, 1-dən 4-ə getdi. 4-dən 7-yə, 7-dən 3-ə, 3-dən təzədən qayıtdı 1-ə. Baxın, bunlar özü bir dəstə əmələ gətirir. Birinci dəstəmiz aid oldu 1, 4, 7 və 3-dən. Bu birinci dəstəmiz. İndi digər dəstələri təyin edirəm. Məsələn, indi bax, 1-dən başlayan dəstəni yazdım. Sən 2 boşdadır. Gəlin 2-dən başlayan dəstəni müəyyən eləyək. 2-yə baxıram. İkinci çubuq nə ilə birləşir? 9-cu çubuqla qeyd elədim. 2 ilə 9 birləşdi. Sonra 9-dan başlayan ipucunu axtarıram. 9-cu çubuq birləşir 10-cu çubuqla. 9-dan getdi 10-a. 10-cu çubuq təzədən qayıdır hara? 2-ci çubuğa. Şu, deməli 2-dən getdi 9-a, 9-dan getdi 10-a, 10-dan təzədən qayıtdı 2-yə. Bunlar da artıq özü də bir dəstə əmələ gətirdi. 2, 9 və 10 da
Bir qapalı dəstə əmələ gətirir. Bu ikinci dəstəmiz. Sonra boşda qalanlarda bir dəstə əmələ gətirməlidir. Məsələn, bax 5-dən başlayıram. Boşda qalandan. 5 birləşir 8 ilə. 8 birləşir 11 ilə. 11 birləşir 6 ilə. 6 birləşir 12 ilə. 12 təzədən qayıdır hara? 5-ə. Vsyo. 5-dən 8-ə, 8-dən 11-ə, 11-dən 6-ya, 6-dan 12-yə təzədən qayıtdı 5-ə. Bu özü də bir dəstə əmələ gətirdi. 3 dənə dəstəmiz əmələ gəldi. Burada 4 çubuq var. Burada 3 çubuq var. Burada 5 çubuq var dəstədə. Sənə şərtdə nə deyirdi? Gəl şərtdə əyləndirək. Ən böyük dəstəyə aid olan çubuqların nömrələrinin cəminin ən böyük dəstə 5 çubuq olan dəstədir. İndi gəl bunun çubuqların nömrələri cəmini toplayaq. 5 plus 8 13. Üstə gəl 11 24. Üstə gəl 6 30. Üstə gəl 12 42. Ən kiçik dəstəyə aid olan çubuqların nömrələri cəmini. Ən kiçik dəstəmizdə 3 çubuqdan ibarət olan dəstədir. 2 plus 9 11 plus 17 21. Bunların nömrələri cəminin nisbətini tapmalıyam. Yəni 42-nin 21-ə nisbəti. Bu da bizə verir 2 cavabını. Doğru cavab oldu deyə. Şey bitdi, getdi. Baxın, diqqətlə qulaq asın. Əslində çox rahat sual idi. Biraz prosta şərti çox ağır başa düşülə bilir. Cavab oldu 2. Keçir növbəti sualımıza. Verilən sözlər cütündə sözlər arasındakı məntiqi əlaqə əsasında analoji variantı seçin. Sözlərin ardınca nəzərə alınmalıdır. Möhür, təsdiq, imza. Baxın, burada biz imza atırıq, düzdürmü? Sonra isə möhürlə onu təsdiqləmiş oluruq. Yəni, məsələn, bir şirkət imza atandan sonra möhürü vurur, yəni tamamilə onu təsdiqləmiş olur. Burada da ona uyğun nəticə, məsələn, nazir, qanun, nəticə eləyir, bir əlaqəsi yoxdur. Müalicə, xəstə, həkim əlaqəsi yoxdur. Həkim müalicəni xəstə edir, çünki sözlərin yerləri düz olmalıdır axı. Parlament, hifz, qanun əlaqəsi yoxdur. Bəli, valideyn övladını da tərbiyə edir. Doğru cavab olur D variantı. Bəli, biz imzanı atırıq, sonra möhür vuraraq onu tamamilə təsdiqləmiş oluruq. Valideyn də övladını tərbiyə edir. Doğru cavab olur D variantı. 78. Müəllim Əli, Elza, Səma, Nailə və Humay adlı 5 şagirdə 5 suallı bir test vermişdir. Şagirdlərin bu 5 suala verdikləri cavablar aşağıdakı cədvəldə göstərilib. Hərəsi müxtəlif cavablar verir. Cədvələ əsasən Nailə 4 suala doğru cavab verib. Nailənin verdiyi 5 cavabdan 4-ü doğrudur. Əli bütün suallara səhv cavab verib. Əlinin verdiyi bütün cavablar səhvdir. Bu 5 sualdan hansısa birinə yalnız bir nəfər doğru cavab verib. Müəllim şagirdlərə hər doğru cavaba görə 5 bal verirsə, Səma və Humay cəmi neçə bal toplamış olar? Baxın, Əli bütün suallara səhv cavab veribsə, deməli birinci sualın cavabı B deyil, 2Y deyil, 3D deyil, 4C deyil, 5 də A deyil, düzdürmü? Avtomatik olaraq olur səhv variantlar. Nalə də 4 cavabı doğru olmalıdır axı. Nalə də 5-ci suala A demişdi. A səhvdirsə, deməli Nalənin dediyi digər 4 variantın 4-də doğru olmalıdır. Deməli birinci sualın cavabı D idi, ikinci sualın cavabı B idi. Üçüncü sualın cavabı C, dördüncü sualın cavabı D idi. İndi baxaq. Birinci suala kimlər doğru cavab verib? Elza, Nailə və Humay. İkinci suala cavab B idi. Elza da doğru cavab verib, Nailə də doğru cavab verib. Üçüncü suala cavab C idi. Səma, Nailə, Humay doğru cavab verib. Dördüncü sualın cavabı D idi. Nailə və Humay doğru cavab verib. Beşinci suala keçəndə A səhv variantdırsa, bizə demişdi axı, bu 5 sualdan hansısa birinə yalnız bir nəfər doğru cavab verib. Burada da 5-ci sualdır ki, 5-ci suala yalnız bir nəfər qalır doğru cavab verə biləcək şəxs. O da ki, Elzadır, D deyib. Çünki digərlərinə baxın, birinci suala 3 nəfər doğru cavab verib. İkinci suala 2 nəfər, üçüncü suala 3 nəfər, dördüncü suala 2 nəfər doğru cavab verib. 5-ci suala bir dənə qalır. Elzanın D variantı mütləq olaraq doğru. 5 də olur D variantı. Vsyo. Səmanın topladığı bal. Səma birinci suala A yanlış deyib, ikinci suala C yanlış deyib, üçüncü sual doğrudur, dördüncü sual B yanlışdır, beşinci sual yanlışdır. Səmanın yalnız bir dənə doğrusu var. 5 bal Səma qazandı. Üstə gəl. Humay birinci sual doğru cavab verib, ikinci sual səhvdir. Üçüncü sual doğru cavab verib, dördüncü sual doğru cavab verib, beşinci sual səhv. Yəni 3 sual doğru cavab verib, 3 0 5
15 aldı. Humay qazandı. Doğru cavab olur 20. C variantı bitdi getdi. 20 balda qazanmış oldular cəm olaraq. Keçək 79-cu suala. Sudoku adlı bir test tapşırıqda 79-cu sual. Deyir, verilmiş cədvəlin xanalarına M, Ə, N, T, I və Q simvolları elə yazılmalıdır ki, eyni bir sətirdə və sütunda, həmçinin tünd xətlərlə hüdudlanmış alt xanalı eyni bir blokda heç bir simvol təkrarlanmasın. Bu şərtə görə cədvəldəki sualın əvəzinə hansı simvol olacağını tapın. Gəlin müəyyənləşdirək. İlk olaraq sudokuda bax sualın ətrafında baxıram. Sualın olduğu sətirdə sütunda hansı hərflər varsa variantlardan silirəm. Sualın olduğu sütunda M var, Ə var. Variantlardan silirəm. Sualın olduğu sətirdə N var, T var. Variantlardan silirəm. T var, variantlardan atdım. Qaldım B ilə C-nin arasında, düzmü? Bundan sonra harda çox hərf varsa, həmin xanalardan kömək almalıyam. Məsələn, bax, bura diqqət edin. Burada 6 hərfdən 4-ü qeyd olunub. M var, N var, T var, Ə var. I və Q hərfləri çatmır. Mən buradakı Q-ya görə Q-nu bura yaza bilmirəm. Q-nu bura yazıram. I-ni yazıram bura. Avtomatik olaraq sualın olduğu üstuna Q gəldiyinə görə variantlarının C-ni də atıram gedir. Çünki Q sualın yerində olmaz. Doğru cavab qalır. I hərfi, yəni B variantı. 79 oldu. B bitdi, getdi. 80-cı sual. Qanuna uyğun müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. Çətin bir test tapşırıqdır. Burada nəyə diqqət edirsiniz? 3 dənə fiqur var. Fiqurun kiçik ölçüsü, biraz böyük ölçüsü, sonra isə qatlanmış bir ölçüsü verilib. Məsələn, baxın. Elə ən rahat burada trapezdən başlayaq. Bax, trapeziya baxın. Ölçüsü böyüdü. İkinci sətrə düşdü. Sonra isə yarıdan kəsib üzərinə doğru qatlayır. Yəni necə? Bax, böyük ölçünün üzərinə bax, yarıdan kəsir. Digər tərəfin üzərinə doğru qatlayır. Bax, buradan kəsirəm. Bu hissəni qatlayır buranın üzərinə doğru. O da gəlib bax, buradakı cavab verir sənə. Bax, bu hissə. Bax, buradakı hissəmi qeyd elədim. Buranı qatlayır. Gözlə onun yaşına qeyd edeyim, laprak görə. Bu yaşıl hissəni də qatlayır bunun üzərinə doğru. Gəlir bax, buradakı formanı alır. Sonra diqqət eləyək. Həmçinin digər fiqur. Bax, diqqət edin bu fiqura. Ölçüsü artdı, gəlib formaya düşdü. Sonra isə kəsirəm və yarıdan qatlayıram. Kəsib yarıdan qatlayanda sonra, bax, buradan kəsdim. Yarıdan qatlayanda, bax, bu hissə, qoy sən yaşılını göstərim təzədən. Bax, bu hissə. Qatlanır bunun üzərinə doğru, gəlib bax, buradakı formaya düşür. Sonra keçirəm. Bax, buradan qatla, bax, buradan qatlanır. Hissədən. Gəl düşür bunun üstünə. Dairəyə baxıram. Kiçik dairə, böyük dairə. İndi isə böyük dairəni kəsib sonra qatlamalıyam. Bax, böyük dairəni gəl kəsək. Böyük dairəni kəsəndə. Bax, buradan kəsib. Buradakı sən onun üzərinə doğru qatlayanda gəlir bax, Y-dəki formanı alır. Bax, bu dairənin aşağısıdır, aşağı xəttləridir. Bax, bu xəttləri. Bax, burası. Yaşılan digər tərəfi qeyd edeyim. Bax, burası da yaşıldır. Bax, bununla qatlayır bunun üzərinə doğru. Gəlir, bax, həmin hissədə burada özünü göstərir. Bax, burada bax, bu gəlib format göstərir. Üzərinə doğru qatlayanda. Doğru cavab olur Y variantı. Kiçik fiqur, böyük fiqur və fiquru kəsir, qatlayır. Keçirik növbəti sualımıza. 81-ci sual. Verilən saatlardan hansılarında saat və dəqiqə qrafları arasındakı bucaq eynidir? Baxın, bundan ötürü saat və dəqiqə arasındakı bucağı bilmək lazımdır. Yəni, bu düsturun. Düsturumuz nədən ibarət idi? 11D çıxılsın 60S modulda bölünsün 2. Düsturumuz bundan ibarət idi. Gəlin, hər birinin bucaqlarını ayrı-ayrı tapaq. Bərabərdir. Buradakı D dəqiqədir, S saatdır. Birinciyə baxıram. 07 saatdır, 10 dəqiqədir. Yəni, 11 vurulsun 10. Yəni, 110. Çıxılsın 60S. Yəni, 60 vurulsun 7. Modulda bölünsün 2. Aha, vsyo. Buradan alınır 110 çıxılsın 420. Edir 310.
Və onu da 2-yə böləndə alıram 155. Belə də 155. Bu getdi. Keçirəm ikincini axtarıram. İkincidə 04 saatda 20 dəqiqə. 11 vurulsun 20. Yəni prama yazıram 220. Çıxılsın 60 etsin. Yəni 60 vurulsun 4. Yəni 240 modulda. Bölünsün 2. Bu deyilir 20 bölü 2, yəni 10 dərəcə. Qabağına yazıram 10. Bu da getdi. Keçirəm üçüncünü axtarıram. Sildim, gəl üçüncünü axtaraq. Saat 1 dəqiqə 30. 11-də, yəni 11 vurulsun 30. Eləyir 330. Çıxılsın 60 S. Yəni saat 1-də axı 01, yəni 1. 60 vur 1 elə 60. Bölünsün 2. Bu deyilir 270 bölünsün 2. Yəni 135 dərəcə. Qabağına yazıram 135. Dördüncüyə baxıram. Eyni qaydada 11 DC 60 S bölü 2. Bu səfər dəqiqəmiz 50-dir. 11-i vururam ilk olaraq dəqiqə olan 50-yə. 11-i 50-yə vuran deyilir 550. Çıxılsın 60 S. S-imiz neçədir? 7-dir. Yəni 420. Bölünsün 2. Bu deyilir 130 bölünsün 2, yəni 65. Böyle də 65. Sonuncuya baxıram 5-ciyə. Saat 4-dür, dəqiqə 50-dir. 11-də, yəni 11 vur 50, 550. Çıxılsın 60 S, yəni 60 vur 4, 240 modulda. Bölünsün 2. Bu deyilir 310 bölü 2, yəni 155. Bu da elə də 155. Hansılar eyni oldu? Birinci və 5-cinin dərəcələri eyni oldu. Doğru cavab olur. D variantı. Bitdi, getdi. 82-ci sual. Analogiyalı bir test tapşırıqdır. Verilən sözlər cütü arasındakı məntiqi əlaqəyə analoji olaraq natamam cütü tamamlayın. Abstrakt legal mücərrətin qabağındakı sözü istəyir. Biz bilirik ki, analogiya bölməsində bəzi sual nümunələr olur ki, o məcbur deyildi ki, qarşı-qarşıya əlaqə olsun. Bəzən birinci sözlər arasında bir əlaqə olurdu. İkinci sözlər arasında bir əlaqə olurdu. Burada da abstraktın mənası mücərrət deməkdir. Yəni bu formada əlaqə var idi burada da. Abstrakt mücərrətdirsə, yerdə qalır legal. Bildiyimiz kimi legal da qanuni deməkdir. Doğru cavab olacaqdır. A variantı. Abstrakt mücərrət, legal qanuni. 83. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. 65-dən çıxır 61, 4. 4-ün kubu 64. Burada 28-dən çıxır 25-i 3. 3-ün kubu 27. Burada 8 2-nin kubudur axı. Deməli burada 7 olmalıdır. 7 çıx 5, 2. 2-nin kubu 8 götürə bilərsən. Bitdi, getdi. 84. Fiqur analogiyasına test tapşırıqdır. Qanunyuğunu müəyyən edin və sual işarəsinə uyğun olan variantı tapın. Burada deməli ilk olaraq nə iş görür? Diqqətlə baxsaz, gördük ki, burada tutmaqdan ötürü. Yazıram kənardan. Birinci. Bax, birinci nə iş görür? İlk olaraq xəttin sağdan sola qatlayır. Sağdan sola qatla. İkinci 90 dərəcə fırla. Nə deməkdir? Bax, birinci burada xətti görsən. Buradakı hissəni sağdan sola doğru qatlayanda gəl elə bunlar üst-üstə düşür. Hamısı üst-üstə düşür. Bax, bu hissə silinir elə bil ki. Bu hissənin üstünə xətt çəkin. Bu hissə yoxdur. Bu hissə silindi. Böyle xəttdən götürüm, rahat görə. Bax, xətti ayırdım. Xəttin kənarı silindi. Bura yoxdur artıq. Qatladım bunun üzərinə doğru. Sonra bu fiqur 90 dərəcə fırlayanda gəlir bura cavabdakı formaya düşür. Bax, bu formaya düşür. Mən ilk öncə bunu sağdan sola doğru qatlasam, bax, xəttdən ayırıram. Gəlir elə bütün hissələr üst-üstə düşür. Oxların hamısı üst-üstə düşür. Yəni bu tərəf artıq silinir.
Sü. Mən bunu bir dəfədə 90 dərəcə fırlasam, fırlayanda gəlir bax. Baxı görürsüz, ox gəlir A'dakı formaya düşür. Qara gəlir özün sağda göstərir. Ağ da gəlir özün solda göstərir. Doğru cavab olur A variantı. Sü. Getdi. Sağdan sola doğru qatla. Ondan sonra 90 dərəcə fırla. Doğru cavab oldu. İndi isə keçək situasiya tipli mətnlərimizə baxaq. 85-87 saylı sualları aşağıda verilən məlumatlara görə cavablandıraq. Gəlin başlayaq. Gəlin Word fayl açım, rahat qeydiyyatlarımızı aparaq. Deyir ki, Feyzullayev, Hüseynov, Mehdiyev, Əhmədov, Abbas və qardaş ailələri bir şallı sırayın eyni həftənin müxtəlif günləri üçün kirayə edilir. Gəlin ilk olaraq həftənin günlərini qeyd edək. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə, bir də şənbə, bazar. Bu günləri qeyd elədim. Məlumdur, görə nə məlumdur? Bazar ertəsi günü sarayda toy mərasimi olmayacaq. Sarayda toy mərasimi 2 müxtəlif saatda, ya 12-də ya da 20:00-da olur. Bax, 2 saatda toy olur, ya 12:00-da, ya da 20:00-da. Bazar ertəsi toy olmursa, bazar ertəsi qabağına çıx qoyuram gedir. 6 nəfər ailə var, yəni 6 ailə. 6 gün qaldı. Hərəsi bir gündə toy eləyəcək. Salonu kirayə edən bu ailələrin ikisinin toy mərasimi saat 12:00-da, 4-ün toy mərasimi saat 20:00-da başlayacaq. Deməli, 12:00-da toya başlayan 2 nəfər olacaq. 20:00-da toya başlayan 4 nəfər olacaq. Bunu qeyd edirəm. Əhmədov və Qardaşov ailələrinin toy mərasimi şənbə və bazar günlərində müxtəlif saatlarda keçiriləcək. Bax, kənardan yazıram Əhmədov, bir də Qardaşov. Keçiriləcək şənbə və bazar günlərində. Şənbə və bazar günlərində. Və müxtəlif saatlarda, yəni biri 12:00-da, biri 20:00-da. Amma hansı deyə bilmirəm, saxlayıram. Sonrakı cümlə. Hüseynov ailəsinin toy mərasimi Mehdiyev ailəsinin toy mərasiminin olduğu gündən əvvəlki günlərdən birində keçiriləcək. Yəni Hüseynov ailəsi Mehdiyev ailəsindən daha əvvəl toy keçirəcək. Qeyd edim. Son cümlə. Abbasov ailəsinin toy mərasimi cümə günü saat 12:00-da başlayacaq. 5-ci gün saat 12:00 yazıram Abbasov ailəsinin. Aha. Buradan hansı nəticə çıxır? Buradan nəticə çıxır ki, saat 12:00-da 2 dənə toy olmalıdır. Deməli 11 Abbasovdur. Biri də Əhmədov ya da Qardaşov ailələrindən biridir. Bax, biri Abbasovdur. Biri də ya Əhmədov ailəsidir, ya da Qardaşov ailəsi. Hansıdır bilmirəm. Çünki bunların biri 12-də, biri 20-dədir axı. Yerdə qalan 4 ailə. Yəni yerdə qalan 3 dənəsi birinci yazıram. Mehdiyevi, Hüseynovu və Feyzullayevi. Bunlar üçü 100% 20:00-da olur. Bir dənə də bu Əhmədov Qardaşov ailələrindən biri də bunların yanına gələcək. Yəni 20:00-da. Qeyd elədim, getdi. Aha. Amma hansını hara yazım deyə bilmirəm tam şəkildə. Burada bir şey müəyyənləşdirəm. Saat 12:00-da olan toyun bir cümə gündür. Bir də ya şənbədir, ya bazar. Deməli, ikinci, üçüncü, dördüncü günlər. Yəni çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri saat 12:00-da toy olmayacaq. 20:00 keçəndə isə cümə günü artıq toy var. 20:00 yaza bilmirəm cümə gününü. Şənbə və bazar günlərindən biri 20:00-a aid olacaq. 4-dən toy olmalıdır. Yerdə qalan 3 dənəsi də avtomatik olaraq düşür. Cümə axşamı, çərşənbə və çərşənbə axşamı. Deməli, 2-ci, 3-cü və 4-cü günlər mütləq şəkildə saat 20:00-da toy olacaq. Bu toylardan amma sıranı bilmirəm. Yəni, bu 3 dənə toy aiddir. Mehdiyev, Hüseynov və Feyzullayev ailələrinə. Əhmədovla Qardaşovda qalır şənbə və bazara. Amma hansı deyə bilmirəm, saxlayıram. İndi gəlib sualları oxuyaq, suallar arasında cavablandıraq.
Mətnə əsasən aşağıdakılardan hansı mütləq səhvdir? Çərşənbə axşamı günü saat 12:00-da saray boşdur. Çərşənbə axşamı, yəni ikinci gün saat 12:00-da həqiqətən də saray boşdur. Çox qoymuşuq, atdım getdi. Çərşənbə günü saat 20-də saray doludur. Yəni üçüncü gün saat 20:00-da həqiqətən də sarayda toy olacaq. Kimin toy olacaq bilmirəm, amma həqiqətən də doludur. Atdım getdi. Cümə axşamı günü saat 20-də saray boşdur. Dördüncü gün saat 20-də mütləq şəkildə kiminsə toyu olmalıdır, boş deyil. C oldu mütləq səhv. C-ni götürdüm. Keçirim o bir suala. 86-cı sualda baxaq. Mətnə əsasən aşağıdakılardan hansı mütləq doğrudur? Feyzullayev ailəsinin toy mərasimi saat 12:00-da başlayacaq. Xeyr, biz dedik axı, bu yerdə qalan 3 toy Hüseynov, Mehdiyev və Feyzullayev ailələrindən birinə aiddir. Yəni 20:00-da başlayacaq. 12-də yox, hanı atdım getdi. Hüseynov ailəsinin toy mərasimi çərşənbə axşamı günü keçiriləcək. Hüseynov ailəsinin toy mərasimi çərşənbə axşamı da ola bilər, ikinci gün. Ondan sonra Mehdiyev yazarsan. Və yaxud da çərşənbə günü ola bilər ki, üçüncü gün Hüseynov, dördüncü gün, yəni cümə axşamı günü Mehdiyev yazarsan. Çünki Hüseynovdan sonra Mehdiyev var axı. Ona görə ikinci yoxsa üçüncü gün olub tam dəqiq deyə bilmirsən. Atdan getdi. Feyzullayev ailəsinin toy mərasimi Mehdiyev ailəsinin toy mərasiminin olduğu gündən sonrakı günlərdən birində keçiriləcək. Feyzullayev ailəsinin toy mərasimi Mehdiyevdən sonra da ola bilər, əvvəl də ola bilər. Yəni ola bilər ki, ikinci günə Feyzullayev yazarsan, 3-ə Hüseynov, 4-ə Mehdiyev. Yəni Feyzullayev daha əvvəl olar. Və yaxud da belə bir şey də yazmaq olar. 2-yə Hüseynov yazarsan, 3-ə Mehdiyev, 4-ə Feyzullayev. Feyzullayev daha sonra olar. Yəni əvvəl də ola bilər, sonra da. Dəqiq bir söz demək mümkün deyil. Zeyn də atdım getdi. Mehdiyev ailəsinin toy mərasimi Abbasov ailəsinin toy mərasiminin olduğu gündən əvvəlki günlərdən birində keçiriləcək. Həqiqətən Abbasov ailəsi 5-ci gün idi. Mehdiyev ailəsi dedik axı, ya 2, ya 3, ya 4-dür. Çünki sən onu 6 bazara yaza bilməzsən. 6 bazarda Əhmədov və Qardaşov ailələri var. Ona görə D variantı olur mütləq doğru. D variantını götürdük. Y-də deyir ki, Əhmədov ailəsinin toy mərasimi Abbasov ailəsinin toy mərasiminin olduğu gündən bir gün sonra keçiriləcək. Bir gün sonra 6-cı gün deyir. Amma sən bilmirsən axı, Əhmədov 6 da ola bilər, bazar da ola bilər. Ona görə atırsan gedir. İkinci növbət sualımıza. 87-ci sual. Toy mərasimi çərşənbə axşamı günü keçiriləcək ailələr aşağıdakılardan hansılar ola bilər? Çərşənbə axşamı, yəni ikinci gündən gedir söhbət. İkinci gün Feyzullayev ailəsini bəli yaza bilərəm. Feyzullayev düşər 2-yə, 3-ə yazaram Hüseynov, 4-ə yazaram Mehdiyev. Ola bilər, sıxıntı yox, biri götürdüm. Mehdiyev ailəsi. Sən ikinci günə, yəni çərşənbə axşamına Mehdiyev yazsan, Mehdiyevdən əvvəl Hüseynov olmalı. Hüseynov yaza biləcəyim bir yer yoxdur. Çünki birinci gün toy yoxdur. Ona görə sənin şərtin pozulur. Deməli, Mehdiyev ola bilməz ikinci gün üçün. Atdım getdi. Hüseynov, amma Hüseynov ola bilər. Bəli, ikinci gün yazarsan Hüseynov. 3-dən 4-ə də yazarsan Mehdiyev və Feyzulayev. Deməli, birinci və üçüncü ola bilər. Cavab olur C variantı. Bitdi, getdi. Belə, birinci mətnimizin izahı bitdi. Keçək ikinci mətnimizin izahına. Bunu sileyim. Üzərində 0-dan 9-a kimi rəqəmlər olan kartlar soldan sağa doğru artan sırayla masanın üzərində düzülmüşdür. Bax, 9 dənə kartım, daha doğrusu 10 dənə kartım masanın üzərində düzə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sonra deyir ki, Nilay masanın üzərindəki kartların yerini dəyişdi və gördü ki, artan sırayla düzülmüşdür. Nilay kartların yerini dəyişir. Və görür ki, ilk 3 kart artan sırayla düzülməyib və ilk 3 kartın üzərindəki rəqəmlərin cəmi digər kartların üzərindəki rəqəmlərin cəmindən böyükdür. Yəni 3 dənə kartın rəqəmləri cəmi digər 7 dənə kartın rəqəmləri cəmindən böyükdür. Bu birinci cümlə, bunu bildik. İkinci cümlə. Son 3 kartın üzərindəki rəqəmlərin cəmi ortadakı 4 kartın üzərindəki rəqəmlərin cəminə bərabərdir. Ortadakı 4 kartın üzərindəki rəqəmlər cəminə bərabərdir. Bunda bildik, bunlar bir-birinə bərabər olmalıdır.
Bəs üçüncü şərtim nədir? Gəlin ona da baxaq. Son 5 kartın üzərindəki rəqəmlərin cəmi bax. Son 5 kartın üzərindəki rəqəmlərin cəmi. İlk 5 kartın üzərindəki rəqəmlərin cəmindən 3 vahid azdır. Yəni buranı x götürsəm, bura olacaq x minus 3. Yəni son 5 kart 3 vahid daha azdır. Və ilk olaraq biz 0-dan 9-a kimi rəqəmləri toplayaq. Görək ümumi cəm neçə olmalıdır 10 dənə xanada. 17, 24, 30, 35, 39, 42, 44, 45. Ümumi cəm 45-dir. Deməli, burada sənin x ilə x minus 3-ün cəmi 45 verməlidir. Buradan 2x bərabərdir 48-ə. X də bərabərdir 24-ə. Deməli, ilk 5 kartın cəmi 24 olmalıdır. Son 5 kartın cəmi isə 24 minus 3, yəni 21 olmalıdır. Düzdüm getdi. Bunu bildim. Bundan sonra bəs mən hardan ipucalı başlayacağım doldurmağa? Gəlin ona diqqət eləyək. Birinci cümləyə baxın. İlk 3 kart artan sırayla düzülmək və ilk 3 kartın üzərindəki rəqəmlərin cəmi digər kartların üzərindəki rəqəmlərin cəmindən böyükdür. Общий kartların cəmi 45 elədi. İlk 3 kart digər 7-sindən böyüdürsə, deməli buradakı 3 kartın cəmi minimum 23 olmalıdır ki, yerdə qalan 22-dən böyük olsun. Yəni ya 23 olacaq və yaxud da 24 olacaq deyə baxsaq, desək ilk 3 kartın cəmini 24 götürüm. Axı 5-nin общий cəmi 24 idi. Onda yerdə qalan 4-cü və 5-ci xananın hər ikisinə 0 yazılmalıdır. Olmaz axı. 2 dənə 0 yaza bilmərəm. Deməli, burada ilk 3 xananın cəmi 24 ola bilməyəcəyinə görə məcbur olmalıdır 23. Sən də 23-ü 3 rəqəmin cəmindən 9, 8 və 6-dan ala bilərsən. Deməli, bu 3 xanaya yazacağın rəqəmlər 9, 8 və 6-dır. Amma artan sıraya düzülmədiyindən hansını araya yazsan bilmirsən. Общий cəm 24 olmalısa, digər 2 xanaya общий qalır 1. Bax, 23 var, 1 çatmır 24-ə. Deməli, 1-nə 0, 1-nə 1 yazmalıyam ki, 24 olsun. Amma hansına 0, hansına 1 yenə bilmirəm, saxlayıram. Keçirəm son 5 kartı müəyyənləşdirməyə. Bax, buranı sileyim. Cəm 21 olmalıdır. Əlimdə qalan rəqəmlər 2, 3, 4, 5, 7. 2, 3, 4, 5 və 7 rəqəmləri qalıb. İndi buradan gəl hansı hissəyi, hansı rəqəmləri yazmaq olur, onu müəyyənləşdirməyə çalışaq. Şərtlərini bir də gözdən keçirdirəm. Bax, ikinci şərtdən istifadə eləməmişim. Gəlin ona baxaq. Son 3 kartın üzərindəki rəqəmlərin cəmi ortadakı 4 kartın üzərindəki rəqəmlərin cəminə bərabərdir. Bax, bu 5 dənə rəqəm istifadə olunacaq. Buradan kənarda olan bu ikisinin cəmi 1 olduğuna görə, bax, gəl birinci bu 5-in topla. 12, 16, 19, 21 eləyir. 21, bu da 1, 22. Deməli, общий bu 7 xanda 22-dir cəm. Bərabərdirsə 11 bura düşür. 11 də qalır son 3 dənə xanaya. Düzdürmü? Bax, bura da elədi 11, bu 4 eləməlidir 11. Всё. Gəl bunu əsas müəyyənləşdirək. Bu rəqəmlərdən cəmi 11 olanlar hansıdır? 3 rəqəmin 5, 4 və 2-nin cəmi edir 11. Deməli, son 3 xanaya 5, 4 və 2-dən birini yazmalıyam. Qeyd eləyəndən sonra bu 2 xanaya da yerdə qalır 3 ilə 7. 0, 1, 3, 7, 11 edir. 5, 4, 2, 11 edir. Bitdi, getdi. Amma hansını hansı xana yazım deyə bilmirəm. Ona görə gəlib sualları oxuyuram. Görüm məndən nə istəyir, nə verir şərtlərdə. 88. Əgər sırada 7-ci və 8-ci mövqedə duran kartların üzərindəki rəqəmlərin cəmi 5-ə bölünürsə, 7 və 8-dir, bax. 7-ci və 8. Bu ikisinin elə rəqəm yazmalısan ki, cəmi 5-ə bölünsün. Bura 3 yazmaq istəsəm, 3-ün üstünə 5 gəlsəm, 8 edir, bölünmür. 7 bölünmür. 2 gəlsəm, 5 5-ə bölünür. Deməli, 3 ilə 2 yazmalıyam. Amma hər ehtimal 7 ilə yoxlayın, tamamilə olur. 7-nin üstünə 5 gəlsəm 5-ə bölünmür. 7-nin üstünə 4 gəlsəm 5-ə bölünmür. 7 üstünə 2 gəlsəm 5-ə bölünmür. Deməli, ödəyən tək versiya 3 və 2-dir. Bura 3 yazandan sonra burada qalır 7. Elə səndən də soldan 6-cı kartın üzərindəki rəqəmi istəyir. 1, 2, 3, 4, 5, 6-cı rəqəm olur 7. Bu olur Y variantı. O biri sual. 89. Biz bilirik ki, o biri suala keçəndə bu sualın şərti silinir. Artıq buradakı 7, 3 və 2-ni yer yenə məlli deyil. Qayıtdım əvvəlki formaya düşdü. 89.
Əgər üçüncü və dördüncü kartların üzərindəki rəqəmlərin cəmi 4-ə bölünürsə, bu 2 4-ə bölünürsə, bax bura 9 qoysan, 9 plus 0, 9, 9 plus 1, 10, 4-ə bölünmür. 6 qoysan, 6 üstəgəl 0, 6, 6 üstəgəl 1, 7 yenə 4-ə bölünmür. Yəni cəm bölünmür. Deməli, bura mütləq 8. Burada 0 yazmalısan ki, bu rəqəmlərdən istifadə edərək 4-ə bölünsün. Burada 0 yazandan sonra bunun yanına qalır avtomatik olaraq 1. Səndən soruşur, 5-ci kartın üzərindəki rəqəm hansıdır? 1-dir. Doğru cavab olur A variantı. O biri sual keçəndə bu sualın şərtini yenə silirəm. Artıq yenə 8, 0 və 1-in yeri bəlli deyil. Sırada ikinci, üçüncü və dördüncü mövqedə duran kartların ikinci, üçüncü və dördüncü mövqedə duran kartların üzərindəki rəqəmlərin cəmi neçə ola bilər? Bax, buraya yazacağım rəqəmlər 9, 8, 6, 0 və 1 aralığını dəyişir. 2 xanaya bu 9, 8, 6-dan birini qoymalı, ikisini qoymalıyım daha doğrusu. 0 və 1-dən birini bu xanaya qoyacağım. Görüm cəmi neçə ola bilər. Bax, gəl başlayaq. Desən ki, bura 6 ilə 8 qoysan 14. 14-ün üstünə 0 gəlsən 14, 14-ün üstünə 1 gəlsən 15 variantlarda yoxdur. Desən 6 ilə 9-u toplayım. 15. 15 üstə gəl 0, 15 üstə gəl 1. 15 və 16 variantlarda yoxdur. 8 ilə 9 toplasam 17. Üstünə 1 gəlsəm 18 variantlarda var. Deməli 9, 8 və 1-i götürsəm 18 cavabını ala bilərdim. Doğru cavab olur A variantı. Bitdi, getdi. Belə. Situasiya məsələlərimiz bu qədər. İndi keçirik açıq suallarımıza. 91-ci sualdan etibarən açıq suallarımız başlayır. Və birinci sualımız yenə mətnlə əlaqədardır. Gəlin ona baxaq. Bir neçə saniyə, bir dəqiqə, bir neçə dəqiqə, bir saat, 2-3 saat, bir gecə, bir neçə ay və daim əsən küləklər. Qasırğa, fırtına, musson, şiddətli, boran, tufan, passat və biriz adlanır. Vaxtlar verilib və küləklərin adları. Biz əsas vaxtları gəlin kənardan qeyd edək. Görək hansına vaxt əsir. Vaxtları yazıram. Bir neçə saniyə. Elə saniyə yazıram çünki saniyə başqa yoxdur. Bir dəqiqə. Bir dəqiq. Bir neçə dəqiqə. Bir neçə dəqiq. Bir saat. Bir saat. 2-3 saat. 2-3 saat. Bir gecə. Bir neçə ay. Və daim əsən küləklər. Qeyd elədim. Gəl oxuyaq. Və buradan başlayıram. Boran ən uzun olmayan birizdən qısa. Boran qısadır birizdən. Amma ən uzun olmayan deməli birizdən də uzun nəsə var. Ən qısa olmayan qasırğadan isə uzundur. Uzundur qasırğadan. Amma ən qısa olmayan deməli qasırğadan da qısa nəsə var. Burada bir şey diqqət edin. Bunlar ardıc gəlmə deyil ha. Məsələn, ola bilər ki, boran 1 saat əsər, biriz 1 ay əsər. Yəni əsas odur ki, borandan sonra biriz var. Sənə ardıcıl demirəm, ona görə saxlayırsan. Əsmə müddətləri sırasında boran və qasırğa qonşudurlar. Aha, deyə indi şərt verdi. Boranla qasırğa qonşudur, yəni yanaşı olmalıdır. Amma biriz ayrı ola bilər. Əsmə müddəti saatla ölçülən küləklər fırtına və tufandır. Saatla dediyi 1 saat və 2-3 saatdan gedir söhbət. Fırtına və tufandır. Sonuncu fırtınadan uzundur. Yəni tufan fırtınadan uzundursa tufanı yazırsan bura. Fırtınanı yazırsan bura. Aha. Musson da birizdən uzundur. Birizdən uzun da musson var. Bunu da qeyd elədik. Diqqət eləyin. Buradan mən bir dənə qasırğa ilə boranın yerini tam dəqiq çıxarda bilirəm. Çünki sən qasırğa və boranı tufandan sonra yaza bilmərsən. Bura yazmaq istəsən, onlardan sonra biri sonra da musson olmalıdır. Elə bir yer yoxdur artıq. Ona görə boranla qasırğa əvvələ düşür və qasırğadan da əvvəlinə soluna görə qasırğanı məcbur bir dəqiq yazırsan. Boranı da bura yazırsan. Da getdi. Qeyd elədim. İndi bax, borandan sonra biriz və musson var. İstəsən birizi gecə yaz, istəsən birizi bir ay yaz.
Muson da istəyirsən ay yaz, istəyirsən daim yaz. Yəni birizdən uzun olma şərti ilə. Və bir də şiddətli və passat küləkləri barəsində bir söz deyə bilmirik. Şiddətli və passat. Hansı nəticələr gəlmək mümkündür? Gəl baxaq. Passat ən uzun əsmə müddətinə malikdir. Biz də deyək passatı bilmirik hara gedir. Ona görə atıram gedir. Biriz bir gecəsir. Biriz bir gecədə əsə bilər. Ay da əsə bilər. Ona görə bilmirsən dəqiq. Atdın getdi. Boran bir neçə dəqiqə əsir. Bəli, düzdür. 3 götürdüm. Qasırğanın əsmə müddəti 1 dəqiqədir. Bəli, qasırğa 1 dəqiqə əsir. Mussonun əsmə müddəti şiddətli küləyin əsmə müddətindən çoxdur. Biz dedik şiddətli küləyi bilmirik. Bəlkə musson 1 aydır. Şiddətli külək daimdir. Bəlkə şiddətli külək daha uzun əsir. Düzdürmü? Ona görə deyəmirəm, atıram. Şiddətli küləyin əsmə müddəti dəqiqələrlə ölçülmür. Baxıram, həqiqətən dəqiqələrlə ölçülən 2 dənə küləyin ikisini tapmışam. Deməli küləkli. Yəni bu şiddətliyə aid deyil. Altını da götürürəm. Cavab olur 3, 4, 6. 92-ci suala keçirəm. 92-ci sual. Şifrələ müəllimlərə aid bir test tapşırıq və kifayət qədər mürəkkəb sual idi. Deyir, eyni hərflər eyni rəqəmlərə, müxtəlif hərflər isə müxtəlif rəqəmlərə uyğundur. Sual əvəzinə hansı ədəd yazılmalıdır? Gəl baxaq. İlk olaraq diqqət edirəm başlanğıcda. D-nin üstünə Z gəlir, Z alır. Yəni 3 rəqəmin cəmi onlardan biri ilə bitirsə, digər ikisinin cəmi də 0 ilə bitməlidir. Yəni burada təbii ki, D ilə Z-nin cəmi, yəni 0 ola bilməz, 2 ilə 0 verə bilməz. Deməli onda 10 imiş ki, topladıq 10. Üstünə Z gəldi. Z yazdıq. 1 yadda qaldı. İlk köməyi buradan aldım. Bəs ikinci köməyim hardadır? Bir dənə də bu əvvələ gəlsən, burada 3A-nı U verib, D, D, C-nin cəmi UC eləyib. Yəni 3 rəqəmin cəmindən sən 2 rəqəmli cavab almısansa, deməli bu 2 rəqəmli cavabın, yəni U-nun qiyməti ya 1 ola bilər, ya da 2. Çünki sən hətta ən böyük gəlib desən ki, deyirlər 9, 9 sonra 8 verim, cəmi eləyir 26. Yəni gedib 30-a çıxmır. U ya 1 olmalıdır, ya da 2. Hardan bilə 1 diyorsa 2, hər iki ehtimal dəyərləndirərək. U-ya 1 desəm, burada 1 yadda qalmışdı, onu nəzərə saxlayın. U-ya 1 desəm. Və bunların cəmindən Z yazmışdım, 1 yadda qalmışdı. Deməli 3 dənə A-nın cəmi 0 ilə bitməlidir ki, 1 də yadda 1 eləsin. 3 A-nın cəmi nə zaman 0 ilə bitə bilər? Ancaq 0 ehtimalda. Topladım, 1 də yadda elədi 1. İndi burada D ilə D-nin cəmi 0 ilə bitməlidir ki, üstünə C gəlib C ala biləsən. O da D 0 deyə bilmərəm, ədəd 0 ilə başlamaz. Məcbur 5 deməli idim. 5 ilə 5 10. Üstə gəl C, C ala biləsən. Amma D-yə 5 desən, burada Z də 5 olur. Sənin şərtini pozur. Ona görə deməli, U-nun 1 olduğu ehtimalda ziddiyyət yarandı. Silirəm. U-nun 1 olduğu ehtimal səhvdir. U-ya deyirəm 2. D ilə Z-nin cəmi 10 elədi. Üstünə Z gəldin. Z yazdın 1 yadda. İndi 3 dənə A-nın cəmi 1-dən bitməlidir ki, 1 də yadda 2 eləsin. 3 A-nın cəmi nə zaman 1-dən bitə bilər? 7 ehtimalda. A-ları 7-ni qeyd edirəm. 21, 1 də yadda 22. 2 yazdım, bu səfər 2 yadda. D ilə D-nin üstünə 2 gələndə 0 ilə bitməlidir. Niyə görə 0 ilə bitməlidir? Çünki üstünə C gəlib C ala biləsən. Təbii ki, burada sən D-yə hansı rəqəmlər verə bilərsən? Ya 4, 4 plus 2 yazmaq istəyəcəm ki, 10 eləsin. Amma 10 eləsən, onun üstünə C gəlib 10 neçə alarsan? 20-yə gedib çıxmırsan axı. Deməli, D-nin 4 yazının qiyməti səhvdir. Başqa da 9 yaza bilərdi. 9 plus 9, 18, üstə gəl 2, 20 eləyərdi. Deməli, D-miz oldu 9. Gəlsin yenə D-ni 9 yazaq. 9, 9. D-miz də 9, Z-miz də olur 1. Buradan yazıb U, yəni 2, üstə gəl Z, yəni 1, üstə gəl A, yəni 7, bərabərdir 2C-yə. 10 bərabər 2C-dirsə, C-miz də bərabər olur 5-ə. Səndən də C-ni istəyir, cavabımız oldu 5. Bitdi, getdi. Növbəti sualımıza. Verilən şəkildəki xanalara 1-dən 9-a qədər ədədlər yazıldığı zaman ilk 5 xanadakı ədədlərin cəmi 24, son 5 xanadakı ədədlərin cəmi isə 22-yə bərabər olmuşdur. Bax, 1-dən 9-a kimi rəqəmləri düzürsən və
İlk 5 xananın cəmi 24 eləyir. Son 5 xananın cəmi 22 eləyir. Bunun əsasən 5-ci xanadakı ədədi tap. 5-ci xanadakı ədədi necə tapacam? Bax, burada ilk olaraq 1-dən 9-a kimi rəqəmlərin ümumi cəmi neçədir onu axtaracam. 9-dan 1-ə kimi bütün rəqəmləri toplamalıyam. 9, 8, 17, 24, 30, 35, 39, 42, 44, 45 elədi, düzdür? Deməli, общий cəm 45-dir. Amma sən burada 5-ci xananı həm 24-də saydın, həm 22-də. Yəni, общий cəmdən 45-dən bu 5-ci xananı çıxsam, daha doğrusu necə 45-dən 5-ci xananı çıxsam, 45-in üstünə 5-ci xananı gəlsəm, çıxsam yox, gəlsəm, mənə verməlidir 24 ilə 22-nin cəmini. Çünki bunu 2 dəfə saymısan axı. 46-nı verməlidir. Buradan da 5-ci xanamız bərabər olur 1-ə. Çünki bunu 2 dəfə saydığına görə, həm 24-də, həm 22-də saydığına görə, yekunda общий cəm 46-dır. Buradakı 1-i çıxırsan, sənə verir 45-i. Və yaxud da 9 xananın üstünə bu xananı gələndə sənə verməlidir 24 ilə 22-nin cəmi 46-nı. Buradan V-nin 1 olduğunu tapırıq. Yəni V dediyim 5-ci xananın. Cavabımız olur 1. Getdi, getdi. 94. 100 rəqəmli ədəddən, bu ədədə düzür. 1, 0, 2, 6, 1, 0, 2, 6 təkrarlanana gedir. Deyir, bu ədəddən ən çox neçə rəqəm silmək lazımdır ki, yeni alınan ədədin rəqəmlər cəmi 160 olsun. Bax, gəl diqqət eləyək. Ən çox neçə rəqəm silmək deyirsə, sən təbii ki, gəlib ən kiçik rəqəmləri silərsən ki, cəmi 160-a bərabər eləyəndə maksimum səviyyədə rəqəm silinmiş olsun. Birinci məsələn, sən gəl burada böyük rəqəmləri silmək istəsən, jonda kiçik rəqəmlərdən gərək çox qalsın ki, cəmi 160 eləsin. Yəni, ona görə ən kiçikləri siləcəm ki, rəqəm sayı ən çox silmiş olum. Bura baxıram. Bax, 1026, 1026, 1026. Axıra kimi gedir. Yəni, 4 rəqəmdən ibarət cütlər var. 100 rəqəmdən bölək 4-ə görə nə qədər cüt var imiş? 25 dənə belə cütümüz var. Və sən ən çox neçə rəqəm deyirsə, gəl ən kiçik rəqəmləri sil, böyükləri saxla. Yəni, 6-ları gəl ilk olaraq saxlayaq. 25-dən altını saxlayacağam. 25 vur 6 eləyəcək 150. 160 olmaq üçün 10 çatmır. 6-dan sonra ən böyük qiymətli 2-dir. 5 dənə 2-dən saxlasam, eləyər 10 və cəmi mənə verir 160. Deməli, 25 dənə 6. 5 dənə 2 saxlasam, 30 ədədi saxlayıb 70-in silsəm, mən cəmi 160 ala bilərdim yenə. Ona görə ən çoxu 70 rəqəm silinə bilər. Doğru cavab olur 70. 95. Döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya da 4 pillə qalxır. Verilmiş pillələrə çatmağın neçə variantda mümkün olduğunu taparaq uyğunluğu müəyyən eləyin. Bax, 4-cü, 6-cı və 9-cu pilləni istəyir bizdən. Ona görə 1-dən başlayıb 9-a kimi pillələri düzürəm başlanğıc olaraq. 2, 3, 9-a kimi düzələcəm və düzülmə variantlarını sayın. Bax, 6, 7, 8 və 9. Gəl baxaq. Bax, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya 4 pillə qalxır. Sənin birinci pilləyə qalxmaq üçün bir dənə versiyan var. Bir pillə qalxmaq. Bir dənə versiyan var. İkinci pilləyə qalxmaq istəyirsə, yenə bir dənə versiyan var. Yəni, bir pillə qalxasan, tək-tək addım atarsan, bir dənə yolun var. Üçüncü pilləyə qalxmaqdan ötürü 3 dənə tək addım atarsan yenə bir dənə yolun var. Bax, 4-cü pilləyə gələndə, sən 4-cü pilləyə 4 dənə tək addım ataraq qalxarsan. Ya da ki, sən 4 pillə birdən də qalxa bilirsən. 4 pilləni 4-dən birdən qalxarsan. Yəni, 2 versiyada 4-cü pilləyə çatmış olacaqsan. Amma sən gəl bir dənə 5 də yazaq buradan. 5-ci pilləyə necə çata bilərəm? Ya 5 dənə 1, bax, yuxarıda yazıram. Ya 1, 4, ya da 4, 1. 3 versiyada çata bilərəm.
Bundan sonraki düzməyə ehtiyac yoxdur, özümü yormağa dəyməz, çünki daha çətin versiyalar olar. Sən onları düzməyə vaxtın çatmaz. Bu tipli suallar Fibonacci ardıcılları verir. Amma necə Fibonacci? Bu adam hər addımda nə qədər qalxırdı? Ya bir ya da 4 pillə. O deməkdir ki, dördüncü pillədən sonra hər bir pillə, yəni həmin pilləyə çatma variantlarının sayı, özündən əvvəl birinci və dördüncü rəqəmlərin cəminə bərabərdir. Yəni burada bax, 6-cı pilləyə çatma variantlarının sayı, özündən əvvəl birinci, yəni 3, özündən əvvəl dördüncü, yəni 1-in cəminə bərabərdir. Eləyir 4. 7-ci pilləyə çatma variantlarının sayı, özündən əvvəl birinci və dördüncü rəqəmlərin cəminə bərabərdir, yəni 5. Sonra növbəti pillə, özündən əvvəl birinci, yəni 5 və 2-nin cəmi 7-yə bərabərdir. Və 9-cu pillə, özündən əvvəl birinci, yəni 7 və özündən əvvəl dördüncü, yəni 3-ün cəminə bərabərdir, yəni 10. 9-cu pilləyə çatma variantlarının sayı 10-dur. 4-cü pilləyə çatma variantlarının sayı 2-dir. 6-cı pilləyə çatma variantlarının sayı da 4-dür. Doğru cavab olur 1C, 2D, 3A. Şey bitdi, getdi. Yəni burada sən əgər ya 1 ya da 3 pillə qalxa desəydi, artıq onda özündən əvvəl birinci və üçüncü rəqəmlərin cəminə bərabər olacaqdır. Belə uşaqlar, sınavımız bu qədər. Ümid edirəm hər biriniz üçün faydalı oldu. İnşallah növbəti sınavlarda görüşərik. Hələlik.